Salam uşaqlar, hər birinizi yeni izah videomuzda xoş gördük. Bugün trigonometrik tənliklər bölməsinə baxırıq. Trigonometrik tənliklər bölməsinin testlərini izah etməyə çalışacağım. Birinci sualdan başlayaq. Birinci sualda 2 kosinus x bərabər 1 yazılıb. Kosinus x-i tapmaq istəsək, 2-də 1-ə bərabərdir uşaqlar. X bərabərdir kosinusun qaydasına görə. Plus, minus, kosinus 2-də 1-i alır. Deməli, neçə dərəcədə uşaqlar? Bunu birinci düşünün ki, kosinus 2-də 1-i neçə dərəcədə almalıdır? 60 dərəcədə alır. Yəni, 60 dərəcə pi bölünsün 3 deməkdir. Üstəgəl 2 pi k. Pi bölü 3, üstəgəl 2 pi k şəklində yazırsınız. Cavabınız olur 1 də y bəndi. Baxaq, işarələyək. 1 y. Keçid alaq ikinci suala. 2 sinus x bərabərdir 1. Sinus x-i tapmaq istəsəniz 2-də 1-ə bərabərdir. Sinusun deməli qaydası bu şəkildədir. Mənfi 1 üstü k. Sinus 2-də 1-i neçə dərəcədə alır uşaqlar düşünün. Sinus 2-də 1-i alır 30 dərəcədə. Yəni pi bölünsün 6-da. Pi bölü 6 üstəgəl pi k yazırsınız. Mənfi 1 üstü k, pi bölü 6 üstəgəl pi k. A bəndi. Üçüncü suala baxaq. Tangens x çıxaq kök 3 bərabərdir 0 yazılmışdır. Deməli, tangens x-i tapmaq istəsək, mənfi kök altı 3-ü sağ tərəfə qoyuruq. Olur müsbət. İndi isə düşünün görək, tangens kök altı 3-ü neçə dərəcədə alır? Tangens deməli kök altı 3-ü alır 60 dərəcədə. Yəni pi bölünsün 3-də. Üstəgəl pi k. Pi bölü 3 üstəgəl pi k. Bizdən ən kiçik müsbət kökünü soruşur. Ən kiçik müsbət kökü də elə pi bölü 3-ün özü olacaq. Yəni A bəndi. Keçək növbəti suala. Dördüncü sual. Bir dəqiqə lövhəmizi təmizləyək. Dördüncü sualla davam edək. Deməli, kök altda 3 tangens x-i saxlayırıq. Müsbət 1-i keçirdirik sağ tərəfə. Olur mənfi 1. Tangens x isə bərabərdir mənfi 1 bölünsün kök altda 3-ə. İndi isə x bərabər, uşaqlar tangens 1 bölünsün kök altda 3-ü alır 30 dərəcədə, yəni pi bölünsün 6-da. Mənfisi də var deyə mənfi pi bölü 6 üstəgəl pi k yazırıq. Deməli, olur A bəndi. Dördüncü sual A. Keçək 5-ci suala. 5-ci sualı da buradan yazacağım ki, müqayisəli şəkildə görəsiniz. Kök altda 3 kotangens x bərabərdir. Müsbət 1 sağ tərəfə keçir, mənfi 1 olur. Kotangens x isə mənfi 1 bölünsün kök altda 3 olur. Deməli, burada diqqət olunmalı məqam hansıdır uşaqlar? Kotangens x və kosinus x mənfini qəbul etmir. Bu funksiyalarda mənfi görəndə həmişə pi-dən çıxmaq lazımdır. Yəni necə? Pi çıxılsın. Burada düşünürsünüz, kotangens 1 bölünsün kök altda 3-ü neçə dərəcədə alır? Pi böl, deməli 3 də alır, düzdürmü? 60 dərəcədə. Yazırıq, pi çıxılsın, pi böl 3. Üstəgəl pi k. Deməli, x bərabər 3-də 2 pi, üstəgəl pi k şəklində. 3-də 2 pi, üstəgəl pi k. 5-ci sualda cavabımız olur y bəndi. Tangesdə isə belə bir şey yox idi. Tangens sırf qarşısında mənfini verirdi. Baxın, görürsünüz, 4-cü sualda qarşıya mənfi yazmışıq. Ancaq 5-ci sualda kotangensdə bunu etmirik. Pi-dən çıxırıq. Kotangens və kosinus görəndə, deməli, mənfilərdə həmişə pi-dən çıxmalı olacaqsınız. Həmin o bucağın dərəcə ölçü qiymətini. Bir dəqiqə silək və keçək növbəti suala. Biz deməli 5-ci sualı yazdıq. 6-cı suala baxaq. Deməli, mənfi 3 kotangens x-i sağ tərəfə doğru keçirsək, kök altda 3 bərabərdir 3 kotangens x-ə. Kotangens x isə buradan bərabərdir kök altda 3 bölək 3. İndi düşünün, kotangens kök altda 3 böl 3-ü neçə dərəcədə alır uşaqlar? Kotangens kök altda 3 böl 3-ü alır, deməli 60 dərəcədə. Yəni pi bölünsün 3-də. Üstəgəl pi k. Pi böl 3 üstəgəl pi k. Qiymətində alır. Bu isə baxaq görək A bəndindədir. 6-cı sual olur A. 7-yə baxaq. 3 tangens x bərabərdir. Mənfi kök 3-ü sağ tərəfə qoyursunuz müsbət kök 3. Tangens x-iniz bərabər olur uşaqlar kök altda 3 bölək 3-ə. Tangensin qiymətini yazırsınız. Tangens kök altda 3 bölü 3-ü neçə dərəcədə alırdı? 30 dərəcədə. Yəni pi bölünsün 6-da. Pi bölü 6 üstəgəl pi k. Olur elə A bəndi. 7-ci sual. Keçid alırıq növbəti sualımıza.
Növbəti səhifəyə keçirik. Bəli, 8-ci sualla davam edirik. 8-də görürsünüz ki, hasildir. Deməli, hasildə hər birini ayrı-ayrılıqda sıfıra bərabər etmək lazımdır. Yəni, həm tangens x-i, həm də tangens 2x-i ayrı-ayrı sıfıra bərabər edirəm. Tangens sıfırı alır pi k-da. Burada isə 2x olduğuna görə 2x bərabər pi k yazırıq. Çünki yenə sıfırı pi k-da alır. X isə pi k bölünsün 2-yə bərabərdir. Deməli, uşaqlar, burada artıq cavabı seçə bilmirik. Çünki hər ikisi variantlarda var. Nə edirik? K-nın yerinə qiymətlər veririk. Birinci funksiyada K-nın yerinə 0 versəm, pi-ni 0-a vururam 0. 1 yazsam pi-ni, yəni 180-i 1-ə vururam 180. 2-yə vurduqda 360, 540 və s. Bunu belə davam elətdirmək olar. İkinci tərəfdə K-nın yerinə 0 yazsaq 0. K-nın yerinə 1 yazdıqda pi bölü 2, yəni 90. 2 yazdıqda 2-lər ixtisar gedir 180. 3 yazdıqda deməli olacaqdı 270 və s. Bunu belə davam etdirmək olar. Burada hansı məqama diqqət edirsiniz? Tangens 90 və 270 aralıqlarında qiymətlərində təyin olunmayıbdır. Ona görə biz pi k bölü 2-ni götürə bilmirik. Cavabımız olur pi k. Yəni 8-də cavab A bəndi. Keçid alaq. Növbəti sualımız 9-a. Lövhəmizi təmizləyək. 9-da tangens x-i 1-ə bərabər veribdir. Biz x-i tapmaq üçün uşaqlar tangensin qiymətini yazmalıyıq. Düzdür? Tangens 1-i neçə dərəcədə alır? Tangens x bərabər 1. X də bərabərdir. Tangens 1-i alır. Pi bölü 4 üstəgəl pi k-da. Düzdürmü? Pi bölü 4 45 dərəcə deməkdir. 1-i 45 dərəcədə alır. Uşaqlar, burada isə bizə bir aralıq verib və həmin aralığa daxil olan kökləri soruşur. Baxın, görürsünüz, 0 bu hissədir. 90 isə, mənfi 90 isə aşağıdadır. Müsbət 90 yuxarıdır, mənfi 90 aşağıdır uşaqlar. Və bizdən 45 dərəcəlik bucaq istəyir burada. 45 dərəcə isə bu mənfi hissiyə düşmür. Baxın, 0 və mənfi 90 arasındakı buradakı qiymətlərin hər biri mənfi qiymətlərdir. 45 dərəcə isə müsbətə də olduğuna görə bura daxil deyil. Bu aralıqda yoxdur. B bəndi. 10-cu sual eyni qaydada. Keçid alaq 11-ci suala. Aşağıdakı tənliklərdən hansının həlli yoxdur deyir. A bəndinə baxaq. 2-ni içəri verirsiniz. Sinus 2x-in tənliyidir bu. Düsturudur. Sinus 2x bərabər mənfi 7-də 6-ya. Düzgün kəsir olduğuna görə bunu demək olar. Sonra baxaq C bəndinə. Ilə üz aşağı baxıram. Sinus x, kosinus x yazıblar. Uşaqlar, bu düsturda görürsünüz ikisi çatmır. Yəni A bəndi kimi burada qarşıda da 2 olmalıydı. Gəlin belə eləyək. Bərabərliyin sağ və sol tərəfini 2-yə vuraq özümüzdən. 2 sinus x, kosinus x bərabər mənfi 4-də 3-ü də 2-yə vururam. Burada 2-lər ixtisar gedir, mənfi 2-də 3 qalır. Elə burada aydındır. Mənfi 2-də 3 olduqda qiymət mənfi 1,5 deməkdir. Düzdür uşaqlar? Sinus və ya kosinus olsun. Qiymətlər çoxluğu biz keçən dərslərimizdən bilirik ki, mənfi 1 aralığında dəyişir. Yəni mənfi 1,5 qiymətini ala bilməz. Ona görə də 11-də cavab olur C bəndi. Bizdən ola bilməz variantını soruşurdu. Digər variantları da eyni qayda ilə açsanız həll olunduğunu görərsiniz. Keçid alaq 12-yə. Deməli, 12 tənlinin həll olması üçün hansı qiymətlər almalıdır? Bunu qiymətlər çoxluğu bölməsində də demişdik. Deməli, belə bir düsturumuz var idi. Kök altda A kvadrat üstəgəl B kvadrat. Yəni, kök altda 3-ün kvadratı üstəgəl 4-ün kvadratı yazırsınız. Bu isə 25 edir. 25-dən də 5 çıxır. Deməli, mənfi 5, müsbət 5 aralığında qiymətlər almalıdır. Baxaq, variantlara Y bəndindədir. 12-də cavab olur Y. Eyni qaydada 13-dür. 13-də sadəcə diqqət edin, sinusun qarşısı 1-dir. 1 və 2-dir orada. A və B-nizin qiymətləri 1 və 2-dir. Bu qayda ilə həll edirsiniz. Baxaq, 14-də kifayət qədər asan sualdır. Yəni, mən düşünürəm ki, çətinlik çəkmədən yazarsınız. 14-də baxaq. Kosinus alfa bərabərdir kosinus beta. Bu şəkildə bir ifadə verir bizə. Deməli, kosinusa aid olan düsturları yazdıqda, həllini yazdıqda, tənlikləri yazdıqda alfa bərabər biz yazmalıyıq plus minus beta üstəgəl 2 pi k. Düzdürmü uşaqlar? Gəlin, bir dəfə plusa görə açaq tənliyi, bir dəfə minusa görə. Yəni, alfa bərabər bir dəfə müsbət beta üstəgəl 2 pi k yazıram. Bir dəfə də alfa bərabər mənfi beta üstəgəl 2 pi k yazıram. Deməli, müsbət betanı keçirsək, alfa çıxaq beta bərabər 2 pi k alarıq. Bu tərəfdə də mənfi betanı alfanın yanına keçirsək, müsbət beta alarıq 2 pi k. Bax, belə bir qiymətlər aldıq. Alfa çıxaq beta 2 pi k-dır və cəmi də 2 pi k-dır. Bu isə hansı bəndlədir? 14 olur B bəndi. Keçid alaq növbəti sualımıza.
Lövhəmizi öncə təmizləyək. Burada səhifədə, birinci səhifədəki suallarımız bitdi. 15-ci sualda bənzəridir. Sinus alfa bərabər sinus beta yazılıbdır. Demək olar ki, eyni qayda ilə burada da həll olunacaqdır. Keçid alaq 16-ya. 16. Deməli, burada uşaqlar 4, 2 vurulsun 2-dir, düzdür? 2-nin birini düstura görə içəri verək. 2 sinus. 2 içəri gəlir. Burada da bir x böl 2 var. Bərabərdir 1. Bu 2-lər ixtisar gedir uşaqlar. Sinus 2x-in düsturuna gətirirəm. Alıram 2 sinus x bərabər 1. Sinus x isə bərabərdir 2-də 1-ə. Sinus 2-də 1-i alır, deməli 30 dərəcədə. Yəni sinus olanda mənfi 1 üstü k-nı yazmalıyıq. 2-də 1-i alır 30 dərəcədə. Pi bölünsün 6 üstə gəl pi k. Baxaq görək hansı bənddədir. B bəndi oxşuyur. Mən elə gəlir ki 16B. Biraz burada variantlar gördüyünüz kimi çox bir-birinə yaxındılar. Çox bənzərdir variantlar. Variantları seçəndə də diqqətli olmaq lazımdır mütləq. Bəzən mən də belə diqqətsizliklər eləyirəm. 17. Deməli, yenə 4, 2 vur 2-dir. 2-nin birini qarşıda saxlayırıq. Digərini isə içəriyə veririk. Yəni 3x-in yanına. Bu şəkildə bağlayırsınız. Bərabər 1. Deməli, olur 2 sinus 6x bərabər 1. Uşaqlar, sinus 6x bərabərdir. Buradan 2-də 1-ə. Aha, indi nə baş verir? Biz normalda x bərabər yazmalıyıq. Burada 6x olduğuna görə yazırıq. 6x bərabər mənfi 1 üstü k. Sinus 2-də 1-i neçə dərəcədə alır uşaqlar? 30 dərəcə demişdik. Pi bölü 6 üstə gəl pi k. Düzdür? İndi burada x-in yanındakı 6 olduğuna görə hər tərəfi 6-ya bölürəm. X bərabər 6x 6-ya bölürəm, x qalır. Mənfi 1 üstü k. Pi bölü 6-nı 6-ya bölmək, uşaqlar, burada kənarda qeyd edeyim. Pi bölü 6-nı 6-ya bölmək nə deməkdir? Birinci kəsir olduğu kimi qalır, ikinci tərsinə çönür. Yəni 6 olur, 6-da 1. Və vurulub 36-da pi olurlar. Deməli, mən burada yazıram pi bölü 36. Pi k-nı da 6-ya böləndə pi k sürətdə olur, 6-da məxrəcdə. Bax, belə bir ifadə aldıq. Gəlin, baxaq, görək hansı variantdadır. Pi bölü 36, pi k bölü 6. Y bəndinə oxşuyur uşaqlar. Deməli, 17-də cavab olur Y. Keçid alaq 18-ə. Lüfəmizi təmizləyək. Aha. 18-ci sualda görək nə deyir. 18-də deməli, biraz yuxarı qaldırım. Kotangensi mənfi 1-ə bərabər veribdir. Düzdür uşaqlar? Mötərizənin içərisində olan ifadəni yazıram. 3x çıxılsın pi bölü 4. Normalda x bərabər yazmalıyıq. Bizdə isə x-in yerinə verilən ifadəni yazmaq lazımdır artıq. Yaxşı, kotangens gəlin görək. 1-i neçə dərəcədə alır? Aydın məsələdir ki, kotangens 1-i 45 dərəcədə alır. Sadəcə biraz öncəki suallarda da dediyimiz kimi mənfi olduqda mütləq kotangensin qiymətini pi-dən çıxmaq lazımdır. Pi-dən çıxıram, həmin o 45 dərəcəni, yəni pi bölü 4-ü. Üstə gəl pi k. Deməli, 3x çıxılsın pi bölü 4 bərabər. Mötərizəmizin içərisi edir 4-də 3 pi. Üstə gəl pi k. Uşaqlar, 3x bərabərdir 4-də 3 pi-nin üzərinə bu mənfi pi bölü 4-ü keçirdirəm. Olur müsbət pi bölü 4. Pi k da kənarda öz üçün gözləyir. 3x bərabərdir. Məxrəclər eynidir, sürətlər toplanılır. 3 pi ilə pi-ni toplayıram, 4 pi edir. Pi k yenə gözləyir. 4-lər ixtisar gedir. 3x bərabər pi üstə gəl pi k-dır. Düzdür? Hər tərəfi də 3-ə bölürəm ki, x tək qalsın. Yəni pi bölü 3 üstə gəl pi k bölü 3. Hər birini ayrı-ayrılıqda 3-ə bölürəm. Deməli, 18-ci sualda cavabımız oldu. Baxaq görək hansı bənd? A bəndi. Uzun getsə də misalın özü rahat misal idi. Deməli, mənfiyə görə pi-dən çıxdıq. Sonra da yanındakı ifadələri hamısını sadələşdirdik. Keçid alaq. 19-a da baxaq. 19-da bu tiplidir. 19-da deməli, kosinus pi bölü 6 çıxılsın x bərabər olmalıdır. Kök altda 3-ü 2-yə bölmək lazımdır uşaqlar. Hasili məlum vurğa bölürük. Daha sonra pi bölü 6 çıxaq x bərabər yazırıq. Normalda x bərabər olmalıdır. Bu dəfə ümumi ifadəni yazırıq. Baxaq görək kosinus kök altda 3 bölünsün 2 neçə dərəcədə alır? 30 dərəcədə, düzdür uşaqlar? Plus minus, kosinusda həmişə plus minusu yazırsınız. 30 dərəcə pi bölü 6 deməkdir. Üstə gəl 2 pi k. Aha.
Burada nə edirik? Mənfi x-i saxlayaq uşaqlar və bu bərabərsizliyi, bu tənliyi uşaqlar iki hal üçün işləyəcəyik. Deməli, birinci hal necə olacaqdır? Müsbətin nə yazıram? Pi bölü 6 çıxaq x bərabər müsbət pi bölü 6 üstəgəl 2 pi k-nı yazıram. İkinci hal üçün isə pi bölü 6 çıxaq x bərabər mənfi üçün yazıram. Mənfi pi bölü 6 üstəgəl 2 pi k. Burada sadəcə dəyişən pi bölü 6-nın işarəsidir. Çünki onun qabağında plus minus var idi və hər iki hal üçün gəlin bu deməli tənlikləri həll edək. Burada pi bölü 6-larımız islah gedir. X-in qarşısındakı mənfini sağ tərəfə doğru versək, x bərabər mənfi 2 pi k alarıq. Keçək digər tərəfə. Mənfi 2 pi k-dımı burada bircə dəqiqə baxım. Mənfi pi bölü 6, burada da müsbət 2 pi k-dır. Bəli, sonra müsbət 2 pi k olmalıdır uşaqlar burada, müsbət. Bu tərəfə baxaq uşaqlar. Mənfi x-i saxlasam, bu müsbət pi bölü 6-nı sağ tərəfə keçirdəndə bu da mənfi olur. 2 pi k gözləyir. Mənfi x yenə də bərabərdir. Pi bölü 6-lar, məxrəclər eynidir, toplanılır. Mənfi 6-da 2 pi olur. Üstəgəl 2 pi k. Deməli, 2 və 6 ixtisar gedir. Mənfi pi bölü 3 üstəgəl 2 pi k olur. X-in qabağındakı mənfini də versək, müsbət pi bölü 3 üstəgəl 2 pi k şəklində davam edir. Deməli, hər iki tərəfdəki mənfiləri atdıq. Cavabımız olur nə? 2 pi k və pi bölü 3 üstəgəl 2 pi k. Baxaq görək bu 19-da hansı bəndədir? Bəli, A bəndindədir. Keçid alaq növbəti suala. Bircə dəqiqə. Bu tərəfdəyik. Lövhəmizi təmizləyək. 20-ci sualda deməli bizə yenə də veribdilər kotanges və kotangesdə mənfi veriblər. Baxaq. Deməli, mötərizənin içini yazıram. X bölü 2 çıxılsın. Pi bölü 2 bərabər. Deməli, kotangensdə mənfi olduqda pi-dən çıxmaq lazımdır. Kotangens və kosinusda. Pi-dən çıxıram 1-dəki qiymətini. 1-i kotangens alır 45 dərəcədə. Yəni pi bölü 4-də. Üstəgəl pi k. X bölü 2 çıxılsın pi bölü 2 bərabər. Mötərizəmizin içərisi olur 4-də 3 pi üstəgəl pi k. Mənfi pi bölü 2-ni uşaqlar sağ tərəfə doğru keçirdək. Yəni 4-də 3 pi durur. Mənfi pi bölü 2-də keçib müsbət pi bölü 2 olur. Üstəgəl pi k. Deməli, x bölü 2 bərabər. Məxrəcimiz 4-dür. Sürətimiz də edir. Deməli, istəyirəm burada birbaşa yazaq. 4-də 5 pi. Düzdürmü? Deməli, 4-də 5 pi üstəgəl pi k. Hər tərəfi gəlin 2-yə vuraq. Bu x-lərdən kəsirin deməli ikisindən canımız qurtarsın. Hər tərəfi 2-yə vururam. Burada ikilərimiz ixtisar gedir. X bərabər, burada da ixtisar gedir. 5 pi bölünsün 2. Üstəgəl 2 pi k alıram. Baxaq görək harda var. 5 pi bölü 2 heç yoxdur uşaqlar variantlarda. Baxaq, deməli pi bölü 2 üstəgəl 2 pi k. Burada uşaqlar cavablarda olmadığına görə nə edirik? 2-də 5 pi düzgün olmayan kəsirdir axı. Düzgün olmayan kəsiri gəlin düzgün kəsirə çevirək və tam dövrlərinin sayını ataq. Deməli necə olacaq? X bərabərdir. 5-i 2-yə böldükdə 2 dəfə tam düşür və 1 qalıq qalır. Yəni pi bölü 2 qalır. Tam dövrü atıram. Üstəgəl 2 pi k şəklində yazıram. Pi bölü 2 üstəgəl 2 pi k cavab olur C bəndi. Bax belə. Keçid alaq 21-ci suala. Deməli, silək ekranı. Baxaq 21-ə. Bu şəkildə. Deməli, verilmiş ifadələrin hamısını eyni tərəfə keçirdək. Görək nə alırıq? Sinus 2x, kosinus 3x çıxılsın. Sinus, deməli, 3x, kosinus 2x bərabərdir 0. Burada nə edirik deməli uşaqlar? Görürsünüz, bir dəfə sinus, bir dəfə kosinus gəlir. Bu sinusun açılışıdır. Sinus 2x çıxılsın 3x'in açılışıdır. Bərabər 0. Burada isə edir sinus mənfi x uşaqlar. Sinus tək funksiya olduğuna görə mənfini verir qabağa. Mənfi sinus x 0-a bərabərdir və mənfini də sağ tərəfə doğru keçirsək, sinus x elə 0-a bərabər olmuş olar. Sinus 0-ı alır nə zaman? Deməli, bu xüsusi haldır. Sinusun 0-a bərabər olduğu xüsusi haldır. Pi k-dır.
Burada qiymətimiz B bəndidir. Bunu qaydadan mütləq əzbərləyin. Sinus 0 alır. Pikalarda, tənliklərdə bu qaydada yazacaqsınız. Keçid alaq 23-cü sualımıza. Lövhəmizi təmizləyək. Deməli, kotanges x 2 üstəgəl sinus x bərabərdir 0 verilib. Hasildir. Hasili deməli bu şəkildə yazırıq uşaqlar. Hər birini ayrı-ayrılıqda 0-a bərabər edirik. Bir dəfə kotanges x bərabər 0 yazırıq. Bir dəfə də 2 üstəgəl sinus x bərabərdir 0 yazırıq. Burada sinus x bərabər olur mənfi 2-yə. Biz təbii ki bilirik sinusun qiymətlər çoxluğu mənfi 1 aralığında dəyişir və mənfi 2 qiymətini ala bilməz. Boş çoxluqdur. Keçid alırıq digər tərəfi həll etməyə. Burada isə deməli kotanges x bərabərdir 0 yazdıq. Kotanges 0-ı nə zaman alacaqdır? Kotangesin 0 aldığı qiymət 90 dərəcədir. Yəni pi bölü 2-dir. Üstəgəl pi k. Pi bölü 2 üstəgəl pi k. Olur deməli 23 A bəndi. Gəlin eynisinin 24-ünə də baxaq. 24 də eyni qaydadadır. Kosinus 2-ni almayıb boş çoxluq olacaq və tangensin 0-a bərabər olduğu hissəni tapacaqsınız. Tangens də 0-ı 0-da və 180-də alır. Pika şəklində olacaq. Gəlin ondansa 25-ə baxaq. Rahat sualdır 24-də. Deməli, 2 sinus x bölünsün 2 bərabər müsbət bir sağ tərəfə keçir mənfi 1 olur. Sinus x bölünsün 2 bərabərdir mənfi 2-də 1. Aha. X bölü 2 bərabərdir. Mənfi 1 üstü. Uşaqlar, sinuslarda mənfi olduqda üstündə mütləq k plus 1 yazmaq lazımdır. 2-də 1 alır 30 dərəcə, yəni pi bölü 6 üstəgəl pi k-da. İndi tənliyin hər tərəfini 2-yə vuracam ki, burada x-i təkləyə bilim. 2-lər ixtisar gedir. X bərabər mənfi 1 üstü k plus 1. 2-lər və 6 ixtisar gedir. Pi bölü 3 üstəgəl 2 pi k. Baxaq görək hansı bəndədir? 25. Deməli, k plus 1, pi bölü 3, 2 pi k. D variantındadır. 25 olur D. Lövhəmizi təmizləyək və növbəti suala keçək. Aha, ikinci səhifəmiz də bitdi. 26-cı sual eynisidir. Gəlin 27-yə baxaq uşaqlar. 27 ilə davam edək. 26-nı da özünüz yazmağa cəhd edin. 27. Kotanges mənfi x bölü 4 bərabərdir 1. Aha, bu sualda nə etmək lazımdır uşaqlar? Kotangesin bu mənfi hissəsi var, düzdür? Mənfi hissəsinə görə biz bilirik ki, pi-dən mütləq çıxmaq lazımdır. Yəni necə yazırsınız? X bölü 4 bərabər. Kotanges 1-i alır 45 dərəcədə, yəni pi bölü 4-də. Mötərizədə isə pi-dən çıxmaq lazımdır. Pi çıxaq pi bölü 4, üstəgəl pi k yazıram. X bölünsün 4 bərabər. 4-də 3 pi edir mötərizəmizin içərisi. Hər tərəfi vuraq 4-ə. Çünki biz x-i tək saxlamağa çalışırıq. 4-lər ixtisar gedir. X bərabər. Burada da 4-lərimiz ixtisar getdi. 3 pi üstəgəl 4 pi k aldıq. 3 pi üstəgəl 4 pi k. Baxaq görək 27-də hansı bəndədir? D bəndindədir. Keçək 28-ci sualımıza. Sinus x 0,99 verir və 0,2 pi parçasında neçə həlli var deyə soruşur. Uşaqlar, bir dəqiqə diqqətlə baxaq. Deməli, burada 0,99 siz bilməlisiniz ki, sinus 90-ı 1-də alır. Bax burada. Düzdür? 0,99 isə 1-ə yaxınlaşır. Baxın, bu hissələrdə bir yerdədir. 1-ə yaxınlaşır, ancaq 1-ə çatmır. Və sinus müsbət olduğuna görə birinci, ikinci rüblərdə 1-ə sol tərəfdən də yaxınlaşa bilər. Baxın, bu hissədən də yaxınlaşa bilər. Bu tərəfdə də 0,99-u alır. Yəni, bu parçada bu sinus x bərabər 0,99 tənliyinin 2 kökü var. Cavab Y bəndi olur. Eynisinin 29-a baxaq. Uşaqlar, 29-cu suala baxaq. Burada isə kosinus x bərabər 0,77 deyir. Eyni qayda bunun üçün də keçərlidir. Kosinus x 1-ə həmin bu parçada, deməli kosinus 1-i burada alır 0 dərəcədə, düzdür? Və burada 0,77 1-ə yaxınlaşır bu hissələrdədir. Hətta biraz daha yaxındır, bizim göstərdiyimizdən daha da yaxındır. Və eyni qaydada aşağıda da alır. Çünki hər ikisində də müsbətdir. Birinci və ikinci rüblərdə baxın burada. Deməli, burada da 29-cu sualda da cavabımız olur 2 dənə həll. C bəndi. 2 dənə kökü var. Baxaq. Deməli, növbəti sualımıza. 30. Uşaqlar,
30-cu sualda siz fikir versəniz sinus, kosinus, kosinus, sinus bunlar bildiyimiz qaydalardır. Yəni düsturdur. Düstura görə bağlasaq sinus 7x çıxılsın 5x bərabər 2-də 1 alarıq. Sinus 2x bərabər 2-də 1. Aha, buradan tənliyə keçirik. 2x bərabərdir. Mənfi 1 üstü k. Sinus 2-də 1 alır 30 dərəcə pi bölü 6 üstə gəl pi k-da. Hər tərəfi gəlin biz 2-yə bölək. 2x-imiz tək qalsın. Burada 2-yə böldükdə uşaqlar 2-də 1 2-yə bölmək 2-də 1-ə vurmaq deməkdir. Bax bu pi bölü 6 hissədə onu nəzərə almaq lazımdır. 2-lər ixtisar gedir. X bərabər mənfi 1 üstü k pi böl 12 olur. Üstə gəl pi k böl 2. Baxaq 30-da hansı variantda oldu? Deməli cavabımız pi böl 12 pi k böl 2 C bəndidir. 31-ci sual birə-bir eynisidir. Gəlin 32-yə baxaq. Deməli, kosinus x bərabərdir. 1 bölünsün kök altda 2-yə. X bərabər, kosinusda mütləq plus minus yazmalısınız uşaqlar. 1 böl kök altda 2-ni, kosinus alır 45 dərəcədə. Yəni, pi böl 4-də. Üstə gəl 2 pi k. Mənfi olsa, amma pi-dən gərək çıxaydınız. 32-ci sualımız olur. Deməli, hansı bənd? B bəndi. Elə B bəndində verilibdir. 33 eynisidir. Sadəcə orada sinus olduğuna görə gərək mənfi 1 üstü k yazasınız. Qalan hər şeyi demək olar eynidir. Deməli, baxaq, 34-cü sual. Biraz öncə də buna bənzər bir sual işləmişdik. Orada tangens idi. Deməli, hər birini ayrı-ayrılıqda 0-a bərabər edirik. Sinus 8x də 0-a bərabərdir. Sinus 16x də 0-a bərabərdir. Sinus 0-ı alır pi k-da. X-imiz olur pi k bölünsün 8. Digər tərəfdə də eynisini edirik. 16x bərabərdir pi k. X-imiz bərabər olur pi k bölünsün 16. Deməli, 2 kök aldıq 34-cü sualda biz. Gəlin görək biz hansı kökü götürməliyik. Burada uşaqlar bizdə ortaq olan kökü götürmək lazımdır, düzdür? Ortaq olan kökü necə götürə bilərik? Yəni bu 2 kökə əbob tapmaqla da götürə bilərik. Gəlin göstərim görək necə tapırıq əbobu. Bax belə. Əbob pi k böl 8 və pi k böl 16. Kəsirlərə indi əbob tapırıq uşaqlar. Deməli, nə edirsiniz? Hər ikisinin məxrəzini, yəni 8-i və 16-nı hasil şəklində qarşıya çıxardırsınız. 8 vur 16, sürətdə 1. Mötərizənin içərisini isə çarpaz vururam. 16 pi k və çarpaz vururam 8 pi k. Bax, bu mötərizənin içindəkilərə uşaqlar əbob tapıram. Əbob. Deməli, bu qarşıdakı 8 vuraq 16 durur. 8-in və 16-nın əbobu deməli 8-dir. Bəli, mötərizənin içərisində əbob tapırıq və 8 və 16-nın əbobu 8-dir uşaqlar. Yəni 8 pi k-dır. 8-lərimiz ixtisar gedir. Pi k böl 16 qalır əlimizdə. Pi k böl 16, 34-cü sual cavab olur A bəndi. Bax, belə əbob tapmaqla da tapmaq mümkündür. 35-ci sual eynisidir. Gəlin 36-ya baxaq. Deməli, 36 tipli suallarda uşaqlar ilk öncə gərəksiz dərəcəni aşağı salasınız. Yəni kvadratla tənliyi həll etməyəcəksiniz heç vaxt. 36 tipli suallarda mütləq dərəcəni aşağı salma düsturlarından istifadə etmək lazımdır. Kosinus kvadratının dərəcəsini aşağı salma düsturu 1 üstə gəl kosinus 2x bölək 2-dir. Kosinus kvadratının yerinə eyni bunu yazırsınız. Sinus kvadrat olduqda isə, yəni 37-ci sualda sadəcə burada üstə gəlmə yox, çıxma işarəsi yazacaqsınız. Bərabərdir 1. Sadəcə, yəni 37-də burada üstə gəlmə yox, çıxma işarəsi yazırsınız. Qalan hər şey yeni qaydada gedir. Çarpaz vurursunuz. 1 üstə gəl kosinus 2x bərabərdir 2-yə. Kosinus 2x bərabərdir 2-dən 1 çıxırsınız, qalır 1. 2x bərabər. Burada deməli kosinusun 1-ə bərabər olduğu xüsusi hal var. Kosinus deməli 1-i alır 2 pi k-da. X bərabərdir 2 pi k-nı bölürük 2-yə. X bərabər olur pi k-ya. Deməli, 36-cı sualda cavabımız olur pi k, Y variantı. 37-yə də baxaq mı uşaqlar? Gəlin 37-yə də baxaq. 37-də necə olur? Sinus kvadratının yerinə 1 çıxılsın kosinus 2x yazırıq. Bölə 2 bərabər 1. Çarpaz vuraq.
Buradan belə bir xətt çəkək. Deməli, çarpaz vururam. 1 çıxaq kosinus 2x bərabər 2-yə. Bircə dəqiqə bu y bəndini silək. Bu biri tərəfdən yazaq uşaqlar. Sizi çaşdırmasın. Aha. Kosinus 2x bərabərdir deməli mənfi 1-ə. Düzdürmü? Deməli, çarpaz vurduq və kosinus 2x mənfi 1-ə bərabər aldıq. 2x bərabər, mənfi 1 də xüsusi haldır. Pi üstəgəl 2 pi k şəklində tapılır. Hər tərəfi 2-yə bölürsünüz. Çünki x-i tək saxlamaqdır məqsədimiz. Hər tərəfi 2-yə böldükdə 2-lər ixtisar gedir. X bərabər pi bölü 2 üstəgəl. Burada da 2-lərimiz ixtisar gedir. Pi k qalır. Pi bölü 2 üstəgəl pi k. Baxaq görək hansı variantdadır. Pi bölü 2 üstəgəl pi k y variantındadır. 37 də olur y. Keçid alaq növbəti suala. Bu hissəni də silək. 37 və 38. 38-ci sual. Biraz daha böyüdüm. Deməli, uşaqlar, burada bir hissəyə istəyirəm diqqət eləyəsiniz. Sinus kvadrat üstəgəl kosinus kvadrat. Bu ifadə bizə əsas trigonometrik eyniliyə görə 1 verir. Oy, bu nə idi? 1 verir. 1 çıxılsın. Deyəsən, yenə harasa toxunmuşam uşaqlar. Planşet alına gələn rəqəmlər yazır. Baxaq bircə dəqiqə dəyişək qələmimizi. Aha. 1 çıxılsın. Deməli, olur kosinus 2x bərabərdir 0-a. Kosinus 2x bərabərdir buradan deməli 1-ə. Sağ tərəfə keçirdik. 2x bərabərdir. Kosinus 1-i alır 2 pi k-da. Bunu qəşək-qəşək əzbərləyirsiniz. Hər tərəfi 2-yə bölürük ki, sadələşsin. 2-lərimiz ixtisar gedir. X bərabər pi k qalır. X-imizin pi k olduğu variant 38-də olur. D. Keçid alaq. Növbəti səhifəyə. 39-da da eyni qaydadadır. Uşaqlar, 39-da mənfi sinus kvadratını sol tərəfə keçirdirsiniz. Baxın, belə bir ifadə alınır. Kosinus kvadrat x üstəgəl sinus x. Mənfi sinus kvadratı da sol tərəfə keçib müsbət sinus kvadratı olur. Bərabər 0-a. Burada isə kosinus kvadrat və sinus kvadratının cəmi 1-dir. 1 üstəgəl sinus x bərabər 0. Sinus x bərabərdir. Sağ tərəfə 1-i keçirdirəm mənfi 1-ə. X bərabərdir. Bu da sinusun xüsusi halıdır. Mənfi 1-ə bərabər olduğu hal mənfi pi bölü 2 üstəgəl 2 pi k halıdır. Bunu da yenə əzbərləməlisiniz uşaqlar. Mənfi pi bölü 2 üstəgəl 2 pi k B bəndə olur 39B. Deməli, 40-a baxaq, 40-cı sualla davam edək. 40-cı sualda uşaqlar yenə də hasildir. Hər birini ayrı-ayrılıqda 0-a bərabər etmək lazımdır. Kosinus x bərabər 0 yazıb həll edirik. Kosinus nə zaman 0 alır uşaqlar? 90 dərəcədə, yəni pi bölü 2 üstəgəl pi k-da xüsusi halda əzbərləyin. Və 1 çıxılsın tangens x-i də 0-a bərabər edirsiniz. Mənfi tangens x-i digər tərəfə keçirdikdə tangens x bərabər 1 alırsınız. Tangens də 1-i alır. 45 dərəcədə, yəni pi bölü 4 üstə gəlinsin pi k-larda. Aha, 40-cı sualda görək bəs biz hansı variantı götürməliyik? Daxilinə alan, digərlərin üçün ödəyən variant burada pi bölü 4 üstəgəl pi k-dır. Bunun da düşünürəm ki, artıq həll yolunu əgər videoya tam baxmışsınızsa, başa düşmüş olarsınız. K-ların yerinə qiymətləri verirsiniz və sonra da tapırsınız. Buna uyğun artıq demək olar 1-2 sual işlədik. K-nın təyin edilməyinə aid. Deməli, keçid alırıq. 41-ci sual. Kosinus 3x bərabərdir 0 verilibdir. Deməli, 3x bərabər yazırıq uşaqlar. Kosinus 0-ı alır. Pi bölü 2 üstəgəl pi k-da. Hər tərəfi 3-ə bölək. Burada da 3-ə bölürəm. Burada da 3-ə bölürəm. Aha. Birinci tərəfdə 3-lər ixtisar gedir, x qalır. İkinci tərəf pi bölü 6 olur. Çünki 3-ə bölmək 3-də 1-ə vurmaq deməkdir. Üstəgəl pi k bölünsün 3 alırıq. İndi bizə nə deyir tənlikdə? Tənliyin ən böyük mənfi kökünü tapın deyir uşaqlar. Tənliyin ən böyük mənfi kökünü tapmaq üçün görürsünüz tənlik əslində müsbətdir də, düzdür. Biz k-ya qiymətlər verməliyik. Gəlin k-ya mənfi 1 verək. Mənfi 1 verdikdə nə olur? Deməli, x bərabər pi bölü 6 30 dərəcə deməkdir. Üstəgəl, k-nın yerinə mənfi 1 yazanda 3-də mənfi 180 alıram uşaqlar.
3 və 180 ixtisar gedir. Mənfi 60 olur. X bərabər 30 üstə gəl mənfi 60. X bərabər olur mənfi 30. Mənfi 30-da nə deməkdir? Pi bölünsün 6 deməkdir. Düzdürmü? 180-i 6-ya böldükdə 30 olur. Mənfi pi bölü 6, 41-də cavabımız olur. A bəndi. K-nın yerinə qiymət yazmaqla çox asanlıqla tapırsınız. K-ya istədiyiniz qiymətləri verə bilərsiniz. Burada mənfi dediyinə görə uşaqlar, mən mənfi 1 verdim. 42-də eyni qaydadadır. Gəlin 43-ə baxaq. Deməli, mənfi 1-i sağ tərəfə keçirdərəm. Kosinus 3-də 2x çıxılsın 2-də 1 bərabər mənfi 1 sağa keçib müsbət 1 olur. 3-də 2x çıxılsın 2-də 1 bərabərdir. Kosinus 1-i uşaqlar alır 2 pi k-da. Yazdıq 2 pi k. Mənfi 2-də 1-i sağ tərəfə doğru keçirdərik. Mənfi 3-də 2x bərabər. Deməli, bu hissəni sadələşdirək. Burada cavablara baxıram uşaqlar 0,5 ilə yazıbdır deyə 2-də 1-i mən də artıq 0,5 yazacağım. Mənfi 2-də 1-i sağ tərəfə keçirdirəm, müsbət 2-də 1 olur və cavablarda olduğuna görə də müsbət 0,5 yazıram. Plus 2 pi k. Uşaqlar 3-də 2-ni buradan x-in yanından ləğv eləmək üçün hər tərəfi 2-də 3-ə vuracağım. Bax bu şəkildə. İxtisar geçsin, x tək qalsın deyə. Bu hissəni də 2-də 3-ə vuracağım. Bu hissəni də 2-də 3-ə vururam. Gəlin görək nə olur. Birinci tərəfdə deməli 2-lər, 3-lər ixtisar gedir, x tək qalır. Bu hissədə nə olur? 4-də 3 olur uşaqlar. 0-dan %75 edir bu da vurduqda. Üstə gəl, 2-lər ixtisar gedir, 3 pi k qalır. 0-dan %75, 3 pi k. 43 olur, Y bəndi. 44 eyni qaydada həll olunacaq. Gəlin 45-ə baxaq. Deməli, x üstə gəl 2 pi bərabərdir. Mənfi 1-i sinus alır. Mənfi pi bölü 2 üstə gəl 2 pi k-da. Yenə deyirəm, bu xüsusi halda qayda şəklində əzbərləyin. Müsbət 2 pi-ni keçirdirəm sağ tərəfə. Deməli, olur mənfi 2 pi. Mənfi pi bölü 2 də buradadır. Üstə gəl 2 pi k. Uşaqlar, burada hər ikisi mənfi olduğuna görə toplanılır, ancaq şairə mənfi qalır. 2-də olur 5 pi. Düzdürmü? Üstə gəl 2 pi k. Biraz öncə də buna uyğun bir sual işlədik biz. Deməli, burada nə etmək lazımdır? Düzgün kəsrə çevirmək lazımdır. Və tam dövrlərini atıram. 5-in içərisindəki 2 dəfə yerləşir, 2 dəfə tam dövr eləyir. O 2 dövrü atırıq uşaqlar. Bir qalıq qalır. Pi bölü 2 üstə gəl 2 pi k. Həmin o qalıq hissəsini götürürük. Deməli, 45-ci sualda da cavabımız olur. Mənfi pi bölü 2 üstə gəl 2 pi k. D variantı. Tam dövrlərini atırsınız. Keçid alaq. 46 eyni qaydadadır. 47-yə. 47 ilə davam edək. Aha, 47-ci sual. Uşaqlar, görürsünüz bu düstur sinus 2x-in belə bir düsturu var. Sinus 2x bərabər 2 sinus x kosinus x. Düstura tamamlamaq üçün görürsünüz sinus x kosinus x yazılıb, ikisi yoxdur. Verilmiş tənliyin hər bir tərəfini 2-yə vururam. Baxın, bu hissəni də 2-yə vururam. Sağ tərəfini də 2-yə vururam. 2-yə vurduqda 2 sinus kosinus x-in yerinə yazırıq sinus 2x. Bərabər. Digər tərəfdə isə 4 və 2 ixtisar gedir. Kök altda 3 bölü 2 qalır. Deməli, 2x bərabər. Sinusda həmişə mənfi 1 üstü k yazırsınız, bunu unutmayın. Kök altda 3 bölü 2-ni sinus alır. Deməli, 60 dərəcədə. Yəni, pi bölü 3-də. Üstə gəl pi k. Hər tərəfi 2-yə bölürük ki, x-imiz tək qalsın. Deməli, nə alırıq? X bərabər, 2-lər ixtisar gedir. Mənfi 1 üstü k, pi bölü 6, üstə gəl, pi k bölü 2. Baxaq, hansı bənddədir? Pi bölü 6, pi k bölü 2. Mən heç görmürəm axı elə bir variant. Aha, B bəndindədir. 47 olur B. Keçid alaq növbəti suala. Variantlar bir-birinə çox yaxındır və mən də seçməkdə çətinlik çəkirəm həqiqətən. Hamısı gözümdə eyni görünür hal-hazırda. Baxaq 48-ə. Deməli, sinus x bərabər sinus pi bölü 6 yazılıb uşaqlar. Sinus x bərabər sinus pi bölü 6 30 dərəcə deməkdir. Yəni sinus 30 dərəcədən söhbət gedir. Bu isə qiyməti 2-də 1-dir.
Vəssalam. X bərabər mənfi 1 üstü k. Sinus 2-də 1 alır 30 dərəcədə, yəni pi bölü 6 üstəgəl pi k-da. Dərəcə qiymətini yerinə yazdıq. Pi bölü 6 üstəgəl pi k. Hansı bəndlərdir? Baxaq görək. 48 olur de. 49 eyni qaydadadır. Orada da 60 dərəcədir və qiyməti 2-də 1-dir. Kökatda 3 bölü 2-dir və kökatda 3 bölü 2 ilə də davam edib yazırsınız. Keçid alaq 50-ci suala. Deməli, kosinus 2x bərabər 4a tənliyinin deyir nə zaman həlli var? Maraqlı sualdır. Uşaqlar, siz bilməlisiniz ki, kosinus 2x tənliyi həmişə mənfi 1 aralığında qiymətlər alır. Düzdürmü? Kosinus. Bizim bu 4a qiymətimiz də mənfi 1 aralığında qiymətlər almalıdır. Baxın, bu şəkildə yazıram. Biz a-nı təkləmək üçün hər tərəfi gərək 4-ə bölək. 4-ə böləndə nə alırıq? 4-lər ixtisar gedir. Mənfi 4-də 1 və müsbət 4-də 1 alırıq. 50-də cavabımız olur. C bəndi. Deməli, sadəcə qiymətlər çoxluğundan istifadə etməklə tapdıq. Keçid alaq növbəti suala. 51-də də yenə mənfi 1 aralığında yazacaqsınız uşaqlar. Burada da 2-yə böləndə mənfi 2-də 1, müsbət 2-də 1 olacaqdır cavab. 51 olacaq A bəndi. Keçid alaq 52-ci suala. 52-də deməli 2 kosinus 3x. Burada deməli nə edə bilərsiniz uşaqlar? Kosinus 50 dərəcənin yerinə biz bilirik ki 50-nin üstünə 40 gələndə 90 eləyir, düzdür? Sinus 40 yaza bilərsiniz. Məsələn, siz sinus 20-nin yerinə kosinus 70 yaza bilərsiniz. Çünki 90-a tamamlayıcı bucaqlardır bunlar. Gəlin yazaq. 2 kosinus 3x üstəgəl kosinus 50-nin yerinə sinus 40 yazıram. Bərabər sinus 40-a. Sinus 40-lar burada islah gedirlər. Çünki sağ tərəfə keçəndə mənfi kimi keçəcək və islah gedir. 2 kosinus 3x bərabərdir 0 qalır. Düzdürmü? Çıxıldı 0 qaldı. Kosinus 3x bərabər 0-ı 2-yə bölürəm olur 0. 3x bərabər kosinus 0-a bərabər olduğu hal xüsusi haldır. Yəni pi bölü 2 üstəcəl pi k-dır. Bunu qaydadan əzbərləyirsiniz. Hər tərəfi 3-ə bölürsünüz. Çünki məqsədimiz x-i tək saxlamaqdır. 3-lər ixtisar gedir. X bərabər pi bölü 6 üstəgəl pi k bölü 3 alırıq. 52. Pi bölü 6 üstəgəl pi k bölü 3. Cavab oxşuyur B bəndinə. Keçid alaq 53-ə. Aha, 53 də gözəl sualdır və bizə tangens 135 dərəcə veribdilər. Yəni bizdən çevirmə düsturlarından istifadə etməyimizi istəyir uşaqlar. Gəlin əvvəlcə 53-cü sualda tangens 135 dərəcəni çevirək. Tangens 135 dərəcəni tangens 180 çıxaq 45 yaza bilərik. Düzdür uşaqlar. Təbii ki, 180 dərəcədə ad dəyişmir və tangens 45 olaraq qalır. Tangens 45 dərəcədə qiyməti 1-ə bərabərdir. Rübünə istəyirəm baxaq. 180 dərəcə buradadır. 45 dərəcə çıxdıqda ikinci rübə düşür. Tangens isə ikinci və dördüncü rüblərdə işarəsi mənfi olduğuna görə burada qiymətimiz mənfi 1-dir. İndi qayıdıram misala. Kosinus 2x bərabər. Uşaqlar, artıq tangens 135 yazmıram. Onun yerinə yazıram mənfi 1. 2x bərabərdir. Kosinus mənfi 1-ə bərabər olduğu hal, bu da xüsusi haldır. Pi üstəcəl 2 pi k-yə bərabərdir. Bunu da əzbərləyirsiniz. Hər tərəfi 2-yə bölürsünüz. Məqsədimiz x-i tək saxlamaqdır. 2-lər ixtisar. X bərabər pi bölü 2 üstəcəl pi k. 2-lər burada da ixtisar getdilər. Pi bölü 2 üstəcəl pi k. Deməli olacaqdır 53-də B bəndi. Keçid alırıq növbəti sualımıza. 54-də də eyni qaydadır. Kotanges 135 dərəcə veribdilər. Elə orada da mənfi 1 alınır. Gəlin baxaq 55-ə. Sinus 2-də 1x bərabər 2-də 1. Düzdür? Yazırıq. 2-də 1x bərabər. Normalda x bərabər yazılmalıdır. 2-də 1 olduğuna görə yazırıq bunu. Sinus 2-də 1-i alır 30 dərəcədə. Yəni sinuslar həmişə mənfi 1 üstü k-nı yazmaq lazımdır. 30 dərəcə pi bölü 6 deməkdir. Pi bölü 6 üstəgəl pi k. İndi uşaqlar nə etmək lazımdır? X-i tək saxlamaq üçün mən gərək hər tərəfi 2-yə vuram bu dəfə. Və bu şəkildə vururam. 2-lər ixtisar gedir. X bərabər mənfi 1 üstü k. Burada da 2 və 6 ixtisar gedir. Pi bölü 3 qalır. Üstəgəl 2 pi k. Baxaq deməli 55-ci sual. Pi bölü 3 üstəgəl 2 pi k. Y bəndi.
Y bəndindədir bu variant. Əgər mən variantları yanlış yazsam da, siz özünüz diqqətlə baxıb variantı düzgün götürün. Çünki biraz variantlarda, bu tipli variantlarda mən həmişə bir də görürsünüz gözüm alcaşır, səhv salıram. 56 da eyni qaydadadır. Gəlin 57-yə baxaq. Deməli, kosinusu -2/1-ə bərabər şəkildə veribdilər. Biz yazmalıyıq necə? 720 çıxılsın 2x bərabərdir. Biz danışdıq ki, kosinusda həmişə plus minus var. Düzdür, bunu yazdım uşaqlar. Və orada -2/1-ə baxmaq lazımdır. Kosinus mənfini demişdik, qəbul etmir, pi-dən çıxırıq. Pi-dən çıxırıq. 2/1-i neçə dərəcədə alır? Kosinus 2/1-i alır, deməli 60 dərəcədə. 60 dərəcədə pi bölünsün 3 deməkdir. Üstəgəl 2 pi k. Bax, indi bu hissəni həll edək. 720 çıxılsın 2x bərabər plus minus. Deməli, 3-də 2 pi edir mötərizəmizin içərisi. Bax, bu mötərizəmizin içərisi 3-də 2 pi edir. İstəyirəm dərəcə ilə yazam artıq uşaqlar. 180, çünki bu biri tərəfdə də 720-də dərəcə ilə verilibdir deyə. 180-i 3-ə böləndə 60, 2-yə vuranda 120. Yəni, burada 120 dərəcədən söhbət gedir. Üstəgəl 2 pi k. İndi nə edirik? Bir dəfə müsbətindən həll etmək lazımdır. Bir dəfə də mənfisindən. Gəlin həll edək. Yuxarı hissəni silək. Yuxarı hissə 55-ci sualdan artıq geriyə burada heç nə qalmasın ki. Düşündüm biraz az yer aparar, amma xeyli yerə ehtiyacımız var. Davam edək. Deməli, yazıram 720 çıxılsın 2x bərabər müsbətindən yazıram. Müsbət 120 üstəgəl 2 pi k. Bir dəfə də uşaqlar 720 çıxılsın 2x bərabər, bu dəfə də -120 yazıram. -120 üstəgəl 2 pi k. Bu şəkildə. Gəlin birinci tərəfi həll edək. Birinci tərəfdə deməli nə olur? 2x 720-ni keçirdirəm 120-nin yanına. -2x bərabərdir. Bu hissə olur -600 dərəcə. Üstəgəl 2 pi k. Bunların mənfilərini atsam və hər tərəfi 2-yə bölsəm, uşaqlar, x bərabər olacaq, deməli 300 dərəcə, üstəgəl 2 pi k. Yox, uşaqlar, bu qayda ilə bu alınmayacaqdır bu misal. Biz gəlin burada çevirmə düsturlarından istifadə edərək yazaq. Bircə dəqiqə, gəlin başqa yolla yazaq. Bu qayda ilə düşünürəm ki, alınmayacaq artıq. 57-yə baxaq bir daha. Görürsünüz, burada 720 dərəcə yazılıb. Bu 360 dərəcənin 2 qatıdır. Biz bilirik ki, 360 dərəcədə deməli ad dəyişmir və biz tam dövr şəklində onu atırıq. Deməli, kosinus 2x şəklində olur bu ifadəmiz. Bərabərdir -2/1-ə. Sadəcə rübünə baxmaq lazımdır. Deməli, ikinci, orada düşür kosinusumuz 720 dərəcə buradadır. 2x dərəcə bucaq çıxdıqda isə düşür 4-cü rübə. 4-cü rübdə isə kosinusumuzun işarəsi, deməli, sağ tərəflərdə müsbətdir. Yəni, müsbətinlə də olduğu kimi yazırıq. 2x bərabərdir. Kosinus deməli alır -2/1-i. Burada plus minusunu yazaq. Pi çıxılsın. Bu hissəni silək. Kosinus 2/1-i alır. Deməli 60 dərəcədə. Pi böl 3-də. Üstəgəl 2 pi k. Deməli 2x bərabər plus minus 3-də 2 pi. Üstəgəl 2 pi k. Hər tərəfi gəlin 2-yə bölək. 2-yə böldükdə bu 2 məxrəcə düşəcəkdir burada. Deməli, 2-lər ixtisar gedir. X bərabər plus minus. Burada da bu 2-lərimiz ixtisar gedir uşaqlar. Pi bölü 3. Bu hissədə də 2-lər ixtisar gedir. Pi k şəklində qalır. 57-də. Deməli, necə oldu? Plus minus pi bölü 3. Üstəgəl pi k. 57 oldu Y bəndi. Bəli, çevirmə düsturları ilə yazmaq lazım idi. Keçid alaq digər tərəfə. 58-ci sualla davam edirik. Deməli, burada nə veribdir bizə? Kosinus kvadratı x çıxaq sinus kvadratı x. Biz bilirik ki, bu kosinus 2x-in açılışıdır uşaqlar. Baxın, bu ifadənin yerinə kosinus 2x yazıram. Bərabər 2/1-ə. 2x bərabərdir plus minus. Kosinus 2/1-i alır 60 dərəcə, yəni pi bölü 3-də. Üstəgəl 2 pi k. Hər tərəfi 2-yə bölsəniz, hər tərəfi gəlin 2-yə bölək. X bərabər plus minus pi bölü 6. Üstəgəl pi k alarıq. Baxaq görək hansı bənddədir. Plus minus pi bölü 6 üstəgəl pi k.
58 olur B bəndi. Keçid alaq 59-a. 59-cu sualda hər tərəfi 2-yə vursanız, baxın görürsünüz, burada 2-yə vurdum. Deməli, birinci tərəfimiz olur sinus 2x'in düsturu. İkinci tərəfdə 4 və 2 ixtisar gedir. 2-də 1 qalır. 2x bərabər, biz bilirik ki, sinus 2-də 1-i mənfi 1 üstü k. 2-də 1-i alır uşaqlar, deməli 30 dərəcə, yəni pi bölü 6 üstə gəl pi k-da. Hər tərəfi 2-yə bölsək, 2-lər ixtisar gedər. X bərabər mənfi 1 üstü k, pi bölü 12 üstə gəl pi k bölü 2 alarıq. Baxaq hansı bənddədir? Pi bölü 12, pi k bölü 2. 59 deməli olur. Görək hansı bənddədir. Burada uşaqlar, deməli sinusun arqumenti 2x-dir. Görürsünüz, biz bu hissəsini nəzərə almamışıq. 2 içəri gələndə burada bizdə olmalıdır sinus 4x. Baxın, burada sadəcə 4x olmalıdır. 4x-ə nəzərən həll eləyək. Onda hər tərəfi biz gərək 4-ə bölək uşaqlar. Baxın, bu hissəni 4x eləsək. Hər tərəfi 4-ə bölmək lazımdır. Gəlin silək, bu hissəni dəqiq yazaq. Deməli, necə alırıq? 4x bərabər mənfi 1 üstü k. 2-də 1-i alır dedik 60, deməli sinusdan söhbət gedir 30 dərəcədə, yəni pi bölü 6. Üstə gəl pi k-da. Hər tərəfi 4-ə bölsək, 4-lər ixtisar gedər. X bərabər mənfi 1 üstü k, pi bölü 24 üstə gəl pi k bölü 4 alarıq. Aha. Pi bölü 24 üstə gəl pi k bölü 4. Bu isə 59-da C bəndindədir. Keçid alaq 60-cı suala. Deməli, ilk növbədə müsbət kök altda 3-ü gəlin sağ tərəfə keçirdək. Tangens pi bölü 3 üstə gəl x bərabər mənfi kök altda 3. Burada nə edirik uşaqlar? Pi bölü 3 üstə gəl x bərabər tangensin gəlin qiymətini yazaq. Tangens kök altda 3-ü deməli alır 60 dərəcədə. 60 dərəcə isə pi bölü 3 deməkdir. Mənfisi də var deyə mənfi pi bölü 3 olur. Üstə gəl pi k. Müsbət pi bölü 3-ü də sağ tərəfə doğru keçirdək. Müsbət pi bölü 3 də keçir. O da mənfi olur. Pi k yerində qalır. Pi bölü 3-lər toplanılır. Mənfi 3-də 2 pi olur. Sürətlər toplanılır. Üstə gəl pi k. Baxaq görək hansı bənddədir. Mənfi 3-də 2 pi üstə gəl pi k. 60 olur C bəndi. 61 eyni qaydadadır. Gəlin 62-yə baxaq. 62-də burada uşaqlar 3 pi bölü 2 yazılıb. Bu 270 dərəcə deməkdir. 270 dərəcədə biz bilirik ki, kosinus adını dəyişir və olur sinus. Sinus 2x bərabər mənfi 1-ə. Sadəcə işarəsinə baxaq. 270 dərəcə burada bir yerdədir. Bucağı çıxdıqda 3-cü rübə düşür. Kosinus isə 3-cü rübdə və 2-ci rübdə mənfidir. Ona görə sinusun qarşısına bir mənfi yazırıq. Hər tərəfdən mənfiləri atsaq, sinus 2x müsbət 1-ə bərabərdir. Biz bilirik ki, sinus müsbət 1-i 90 dərəcədə alır. Yəni pi bölü 2 üstə gəl 2 pi k-da alır. Hər tərəfi 2-yə bölürük. Deməli olur belə bir ifadə. X bərabər pi bölü 4 üstə gəl. 2-lər burada ixtisar gedir. Pi k. 62-ci sual. Pi bölü 4 üstə gəl. Pi k B bəndi. Lövhəmizi silirik. Altmış ikinci sualla bu səhifəmizi bitirdik. Keçid alırıq növbəti səhifəyə. 63-də də eyni qaydadadır. Burada ad dəyişib kosinusa çönür. 64-də baxaq. Deməli, kosinusun mənfi 1-ə bərabər olduğu xüsusi halı verilib bizə. X plus pi bölü 3-ü bərabər edirsiniz kosinusun mənfi 1-ə bərabər olduğu hala. Yəni pi plus 2 pi k-ya. Uşaqlar, müsbət pi bölü 3-ü keçirdirik pi-nin yanına. Mənfi şəklində keçir. 2 pi k gözləyir kənarda. Onu qarışdırmırsınız bu işlərə. X bərabər 3-də olur 2 pi
Üstəgəl 2 pi k. 3-də 2 pi, üstəgəl 2 pi k. Hansı bənddədir? 64 olur Y bəndi. 65 də eyni qaydadadır. Mənfi 1-ə bərabər olan sinusun xüsusi halını yazırsınız. 66-ya baxaq. Uşaqlar, burada görürsünüz sinus pi üstəgələ x yazılıbdır. 180 dərəcədə biz bilirik ki, ad dəyişmir. Sinus x olaraq qalır. Bərabər kosinus pi bölü 3 isə 60 dərəcə deməkdir. Kosinus 60 dərəcə, yəni qiymət 2-də 1-dir. Sadəcə rübə baxaq. 180 buradadır. Üzərinə x gəldikdə 3-cü rübə düşür. Sinus isə aşağı rüblərdə mənfidir. Ona görə sinusun qarşısında mənfi var. Və biz bu mənfini verək 2-də 1-ə. Və bu şəkildə. Biz bilirik ki, sinusda əgər mənfi varsa, k üstə gələk 1 yazmaq lazımdır. 2-də 1 isə alır deməli 30 dərəcə, yəni pi bölü 6-da. Pi bölü 6 üstə gəl pi k. Deməli, 66-cı sual cavab olur A bəndi. Lövhəmizi silirəm. Keçid alırıq. Növbəti sual. 67-də də eyni qaydada ad dəyişmir. Çevirmə düsturlarından artıq siz bunu bilirsiniz. 68-ə baxırıq. Deməli, nə edirik? 2 kosinus x. Üstə gəl kök adda 3-ü yazaq. Bərabər. Uşaqlar, baxaq burada sinus 3 pi-yə. Uşaqlar, deməli, sinus 3 pi necədir? Pi 180 dərəcədir. Biz bilirik ki, sinus 180 dərəcədə qiyməti 0-a bərabərdir. 3 pi isə sinusun həmin bu 180-in 3 qatıdır. Və orada da 0-ın da 3 qatı olacaq, elə 0. Yəni siz sinus 3 pi gördüyünüz, 5 pi gördüyünüz yerlərə də 0 yaza bilərsiniz. Baxın, bu hissəyə yazıram 0. Və tənliyi həll edirik. 2 kosinus x bərabər, müsbət kök 3-ü sağ tərəfə keçirdirik, mənfi kök adda 3. Kosinus x bərabər, mənfi kök adda 3 bölə 2 yazırıq. Və başlayırıq həll eləməyə. X bərabər plus minus. Deməli, biz danışmışdıq ki, kosinus və kotangens mənfi olduqda pi-dən çıxmaq lazımdır. Deməli, kosinus kök adda 3 böl 2-ni alır 30 dərəcədə, yəni pi böl 6-da. Üstə gəl 2 pi k-da kənardadır. X bərabər, yenə də plus minus 6-da 6-nı pi-yə vurub pi-dən çıxırıq, olur 5 pi. Üstə gəl 2 pi k. 6-da 5 pi, üstə gəl 2 pi k. 68-ci sual B bəndi. Baxaq, biraz yaxınlaşdıraq. 69-cu sualla davam edirik. Deməli, uşaqlar, tangensi verib bizə. Tangens mənfi 4x. Biz bilirik ki, tangens tək funksiyadır və tək funksiyalar mənfini qarşıya atır. Tangens 4x. Tangensin mənfisini uşaqlar qabağa verirəm. 1 böl kök 3-ün yanına verirəm. 4x bərabərdir. Tangesdə bu xüsusi hala bir ehtiyac yoxdur uşaqlar. Biz sadəcə burada, yəni mənfisini qarşıda yazırıq. Bucağın mənfisini qarşıda yazırıq. Deməli, tangens 1 bölünsün kök adda 3-ü neçə dərəcədə alır? Təbii ki, 1 böl kök adda 3-ü alır 60 dərəcədə. Düzdürmü? Deməli, kök 3 bölünsün 3. Yox, 1 bölünsün kök adda 3-ü alır 30 dərəcədə. 30 dərəcə isə pi böl 6 deməkdir. Üstə gəl pi k yazırıq. Hər tərəfi 4-ə bölək. 4-lər ixtisar gedir. X bərabər mənfi pi böl 24. Üstə gəl pi k böl 4 alırıq. Baxaq 69-da bu hansı bənddədir? 69-da cavab olur B bəndi. Bax belə. Keçid alaq 70-ə baxaq. Də nə verir uşaqlar? Burada tangens 21 və tangens 69 haqqında istəyirəm birinci danışaq. Biz tangens 21-i necə yaza bilərik? Tangens 21. Tangens 21-in yerinə kotangens. Uşaqlar, 21-in üzərinə neçə gəlsəz 90 eləyər. Təbii ki, 69, düzdürmü? Biz tangens 21-in yerinə kotangens 69 yaza bilərik. Və burada bu ifadəni çarpaz vursaq, yəni tangens 21-i tangens 69-a vursaq, tangens 21-in yerinə yazıram kotangens 69, vuraq, tangens 69. Əsas trigonometrik eyniliyə görə kotangens və tangensin hasili 1-ə bərabərdir. Deməli, buradan nə alırıq? Kotangens mənfi x bölünsün 2 bərabərdir 1 alırıq. Artıq bu tənliyi həll edə bilərik. Deməli, kotangensdə mənfi olduqda pi-dən çıxmaq lazımdır. Bunu da bilirsiniz.
x bölü 2. Biri alır kotangens 45 dərəcədə pi bölü 4-də. Yazırıq pi çıxaq pi bölü 4. Üstə gəl pi k. X bölü 2 bərabərdir 4-də 3 pi. Üstə gəl pi k. Uşaqlar, indi burada x-i tək etmək üçün hər tərəfi 2-yə vurmaq lazımdır ki, 2-lər ixtisar getsin və x tək qalsın. 2-lər ixtisar gedir, burada da 4-lə gedir ixtisar. X bərabər 3 pi bölünsün 2. Üstə gəl 2 pi k alırıq. 3 pi bölü 2. Üstə gəl 2 pi k 70-ci sual. Cavab olur D bəndi. İlk öncə sadələşdirdik, sonra tənlikdə yerinə qoyub yazdıq. Gəlin 71-ə baxaq. Fərqli suallardılar. Sinus 3x üstə gəl. Deməli, burada nə yazılıb uşaqlar? Böyüdü. Deməli, pi bölü 4 45 dərəcədir. Sinusun 45 dərəcədəki qiyməti kök altda 2 bölünsün 2-dir. Düzdürmü? Sadəcə burada bizdə sinusun başında kvadrat olduğuna görə dərəcəsini də kvadrata yüksəldirəm. 4-də 2 və ixtisar gedir 2-də 1 qalır. Eynisi kosinus üçün də keçərlidir. Kosinusa da həmin hissədə cavab 2-də 1-dir. Yəni sinus 3x üstə gəl 2-də 1 bərabər kosinusun yerinə də yazıram 2-də 1 üstə gəl kök altda 3 bölü 2. Uşaqlar 2-də 1 sağ tərəfə keçəndə mənfi olur və islah gedirlər. Sinus 3x bərabərdir kök altda 3 bölü 2. 3x bərabər, sinusda mənfi 1 üstü k yazmağı unutmursunuz. Kök altda 3 bölü 2-ni sinus 60 dərəcədə, yəni pi bölü 3-də alır. Pi bölü 3 üstə gəl pi k. Burada x-in qabağındakı 3-ü yox eləmək üçün hər tərəfi 3-ə bölürəm. X bərabər, mənfi 1 üstü k, pi bölü 9 üstə gəl pi k bölü 3. Baxaq görək 71-də hansı bənddədir? Pi bölü 9, pi k bölü 3 C bəndi. 71 olur C. Keçək növbəti sualımıza. Aha, 72-ci sual. Uşaqlar, kosinus 6x bərabərdir. Burada kənarda gözləsin. Tangens 2 alfanın bir düsturu var uşaqlar. 2 sürətdə yazılır. 2 tangens alfa, 1 çıxılsın tangens kvadrat alfa. Siz görürsünüzmü? Bizim baxın bu hissədə yazdığımız ifadə ilə 72-ci sualdakı ifadə eyni ifadələrdir. Bizdə alfanın yerinə sadəcə pi bölü 8 dayanır. Deməli, düstur necə olmalıdır? Tangens 2 vurulsun pi bölü 8 olmalıdır uşaqlar. Düstura görə bağlasaq. 2 və 8 ixtisar gedər. Tangens pi bölü 4 qalar. Tangens pi bölü 4 yəni 45 dərəcədə qiymət 1-ə bərabərdir. Deməli, mən burada yazmalıyam kosinus 6x bərabər 1. 6x bərabər kosinus 1-i alır 2 pi k-da. X bərabərdir. Hər tərəfi 6-ya bölürük. 6-lar ixtisar gedir. 2 və 6 da ixtisar gedir. Pi k bölünsün 3 qalır. 72-ci sual idi bu. Deməli, baxaq. Pi k bölü 3 olur A bəndi. Orada n-lə yazıblar. Heç bir problem yoxdur uşaqlar. 73-cü suala uyğun bir sual yazmışdıq. Bölmənin səhv etmirəmsə əvvəllərində idi. Uşaqlar, bu birbaşa sinusun qaydasıdır. Yəni sinus 5x çıxılsın 3x qaydasıdır. Bərabər 2-də 1. Birbaşa bağladıq. Deməli, sinus 2x bərabərdir 2-də 1-ə. 2x də bərabər, sinusda həmişə mənfi 1 üstü k yazırıq. 2-də 1-i 30 dərəcə pi bölü 6-da alır. Hər tərəfi 2-yə bölmək lazımdır. 2-yə bölək. X bərabər, mənfi 1 üstü k, pi bölü 12 üstə gəl pi k bölü 2. Baxaq görək hansı bənddədir? 73. Y bəndindədir. 73-də cavabımız olur Y. Növbəti səhifəmiz bitdi. 74 eynisidir uşaqlar. Gəlin 75-ə baxaq. Burada pi bölü 2 görürük. Pi bölü 2 90 dərəcədir. Biz bilirik ki 90 dərəcədə ad dəyişir 75-ci sualda. Deməli, uşaqlar ilk öncə sadələşdirirəm. Kosinus pi bölü 2 çıxılsın x. Düzdür? Kök altda 3 bölü 2 yazıram bunu. Kosinus 90-da adını dəyişir olur sinus x. Bərabər kök altda 3 bölü 2-yə.
X isə bərabərdir mənfi 1 üstü k. Biz bilirik ki, sinus kök altı 3 bölü 2-ni 60 dərəcə, yəni pi bölü 3-də alır. Üstə gəl pi k. Pi bölü 3 üstə gəl pi k olur C bəndi 75C. 76-ya baxaq. 76-cı sualda uşaqlar çarpaz vursanız sinus x bərabər kotanges 73. Uşaqlar, bunu biraz öncə də demişdim. Məsələn, kotanges 17-ni mən tangens 73 yaza bilərəm. Tamamlayıcı bucağına görə. 90-dan 17 çıxanda 73 qalır. Və tangens vuraq kotangens hasili 1 deməkdir. Sinus x bərabər 1, x də bərabərdir. Sinus 1-i alır, xüsusi halda 90 dərəcədə pi bölü 2 üstə gəl 2 pi k. Bunu əzbər yazmalısınız. Pi bölü 2 üstə gəl 2 pi k, cavab B bəndi. 76-nı da yazdıq. Lövhəmizi silək. %77 eynisidir. Gəlin 78-ə baxaq. Deməli, neyini uşaqlar? Bu mənfi kosinus kvadratını deyirəm ki, gəlin keçirdək sağ tərəfə. Sinus x bərabər sinus kvadrat 12, mənfi kosinus kvadrat da keçib, müsbət kosinus kvadrat 12 olur. Çıxaq 2-də 1 gözləyir. Uşaqlar, bu hissə əsas trigonometrik eyniliyə görə bizə 1 verir. 1 çıxaq 2-də 1. 1-dən 2-də 1 çıxsaq, sinus x bərabər 2-də 1 alarıq. X bərabər mənfi 1 üstü k. Sinus 2-də 1 alır 30 dərəcə pi bölü 6-da. Üstə gəl pi k. Mənfi 1 üstü k pi bölü 6 üstə gəl pi k. Cavab olur D. 78 cavab D. Keçid alaq növbəti tərəfə. 79-da da eyni birə-bir qayda ilə gedəcək. 80-ci sualdan davam edək. Aha, deməli, istəyirəm ki, sağ tərəfə baxasınız, uşaqlar, baxın bu hissiyə. 2-ni verirsiniz içəriyə, bu sinus 2 alfanın düsturudur. Sinus 2 pi böl 12. 2 və 12 ixtisar gedir, sinus pi böl 6 qalır. Bu isə 30 dərəcə deməkdir. Sinus 30 dərəcədə qiyməti 2-də 1-dir. Deməli, sinus x bərabər 2-də 1 aldıq. X bərabər mənfi 1 üstü k. Sinus 2-də 1 alır 30 dərəcədə pi bölü 6 üstə gəl pi k-da. Tənliyin ən kiçik müsbət kökü isə olur pi bölü 6. Yəni A bəndi. 80 olur A. 81-ci suala baxaq. 81-də uşaqlar, sadələşdirmə hissəsinə kömək etmək istəyirəm sizə. Kosinus kvadrat pi böl 8 çıxaq sinus kvadrat pi böl 8. Bu kosinus 2 alfanın düsturudur. Yəni kosinus 2 vurulsun pi böl 8 deməkdir. 2 və 8-i ixtisar etsəniz kosinus pi böl 4 demək. Yəni 45 dərəcə. 45 dərəcədə qiymət kök altda 2 bölünsün 2-dir. Qiyməti yerinə yazaq. Kosinus x bərabər kök altda 2 bölək 2. X bərabər, kosinusda həmişə plus minus yazırsınız. Kök altda 2 böl 2-ni 45 dərəcə pi böl 4-də alır. Üstə gəl 2 pi k. Tənliyin ən kiçik müsbət kökü deyirsə, müsbət pi böl 4-ü götürürsünüz. Variantlarda 81 olur B bəndi. Eynilikləri və 2 qat yarım arqument düsturları bilmək lazımdır ki, uşaqlar, bu tipli suallarda da qarşınıza çıxanda həll edə biləsiniz. Trigonometriya sırf düsturların üzərində dayanır. Gərək düsturları yaxşı biləsiniz. Keçid alaq 83-cü sualımıza. Deməli, 83. Deməli, bizə 2 ifadə verib. Sinus 2x plus 1 çıxılsın sinus 2x çıxaq 1 bərabər 0. Mənfi olan hissəni uşaqlar keçirtmək istəyirəm sağ tərəfə. Sinus 2x plus 1 bərabərdir. Deməli, 2x plus 1 bərabərdir sinus 2x çıxaq 1-ə. Bəs bunu necə yazacaq uşaqlar? Deməli, 2x plus 1-i yazıram. Və burada yazıram belə bir ifadə. Mənfi 1 üstü k 2x minus 1. Üstə gəl, bizə deyək minus 1-dir burada. Üstə gəl pi k. İndi neyniyirəm?
K-nın yerinə bir dəfə cüt ədəd yazıram. 2n yazıram. Bir dəfə də uşaqlar K-nın yerinə 2n plus 1 yazacağım. Hələlik birinci hal üçün işləyək. Yəni K-nın yerinə 2n olanda nə baş verir? 2x plus 1 bərabər mənfi 1-in üstü nə olursa olsun onsuz da 1 verir. Cüt dərəcədə müsbət 1 verir. Yəni bu hissə gedir. Qalır əlimizdə 2x çıxaq 1. Üstə gəl pi vurulsun. K-nın yerinə 2n yazıldı. Deməli, 2x-lər burada hər tərəfdən islah getsə, mənfi 1-i bu tərəfə, sol tərəfə doğru keçirsək 2 olar, müsbət 1 olar və 1-lər toplanıb 2 olar. Bu tərəfdə 2pn, hər tərəfi 2-yə bölsək, pn bərabərdir 1 alaram. Bax, belə bir fayda alıram. Sonra, gəlin ikinci halı nəzərdən keçirdək. 2n plus 1 olan halı. Deməli, bax, bu tənliyimiz ki var, qırmızı rəngdə yazaq bunu. Bax, bu tənlikdə K gördüyüm yerlərə 2n plus 1 yazacağım. 2x plus 1 bərabər. Mənfi 1, 2n plus 1 uşaqlar tək dərəcə deməkdir. 3 mü, 5 mi, 7 mi? Mənfi 1-in üstü tək dərəcə bizə mənfi 1 verir. Və mənfi 1-i də bu 2x çıxaq 1 mötərizəsinə vurduqda mötərizə yerini dəyişir. 1 çıxaq 2x şəklində açılır. Üstə gəl, pi vurulsun. K-nın yerinə yenə yazırıq 2n plus 1. 2x-i keçirsək sol tərəfə olur 4x. Müsbət 1-i sağ tərəfə keçirdirəm. 1-dən 1 çıxılır 0 olur. Bərabər. Pi-ni də burada vurub açsaq 2pn. Üstə gəl pi. Hər tərəfi 4-ə bölsək uşaqlar buradan. 4-lər ixtisar gedər. X bərabər. Pn böl 2. Üstə gəl pi böl 4 alarıq. Bura 2-dir. Baxaq hansı bənddə var. Pn böl 2. Pi böl 4. C bəndindədir. 83 olur C. Yerlərini dəyişik yazmışıq, amma problem yoxdur. Eyni qaydadadır. Davam edək növbəti suallarla. Biraz böyük həcmli sual idi. Baxaq. 84. Deməli, kotangens pi böl 2x bərabər kökatda 3 tənliyinin 0-3 aralığındakı köklərinin sayını soruşur bizdən. Kotangens uşaqlar burada pi böl 2x-i biz yazaq və kökatdakı 3 qiymətini nəzərdə saxlayaq. Yəni, nəyi nəzərdə tuturam uşaqlar? Pi böl 2x bərabər. Kotangens deməli kökatda 3-ü nə zaman alır? Kotangens kökatda 3-ü alır 30 dərəcədə. Yəni pi böl 6-da. Üstə gəl pi k. Hər tərəfi gəlin belə eləyək. Pi böl 2 var x-in qabağında uşaqlar. Hər tərəfi pi böl 2-yə bölək. X bərabər pi böl 6-nı da bölürəm pi böl 2-yə. Pi k-nı da bölürəm pi böl 2-yə. Burada nə baş verəcək? Deməli, birinci kəsir olduğu kimi ikinci kəsir tərsinə çönür. 2-də pi olur. Burada da eyni qaydada 2 yuxarı qalxır, pi aşağı. İxtisarlara baxaq. Pi böl 2-ni eyni qaydada yazmışam burada bircə dəqiqə. İkinci kəsir burada pi böl 2 tərsinə çönür, pi aşağı gəlir, 2 yuxarı qalxır. Aha, bəli, pi-ləri ixtisar edirəm, 2 və 6-nı ixtisar edək. X bərabər 3-də 1, üstə gəl. Burada da pi-lər ixtisar gedir və 2k qalır. Aha, bizə deyir ki, x 0, 3 arası rəqəmlər olmalıdır. K-ya qiymət verir uşaqlar. K-ya 0 verəndə, k 0 olduqda, x-in qiyməti olur 3-də 1. Bu aralığa düşür. K-ya 1 verdikdə, K-nın yerinə 1 yazanda 2 dəfə 1, 2, üstə 3-də 1 gəlirsiniz. X-iniz olur 2 tam 3-də 1. K-ya 2 versək, K-ya 2 versək olur 4 uşaqlar burada. 4 üstə gəl 3-də 1 də olur 4 tam 3-də 1. Bu isə artıq 0 və 3 aralığına daxil deyil. Deməli, 84-cü sualda bizdən köklərin sayını soruşurdu. K 0 olduqda və 1 olduqda ödəyir. Bu da o deməkdir ki, bizim burada 2 dənə kökümüz var. Yəni A bəndi. 84 oldu A. 85-ci suala aid çox işləmişik. Hərəsini bir dəfə 0-a bərabər edib uşaqlar yazırsınız. Testin əvvəlindən bir neçə dəfə buna uyğun suallar işlədik. İstəyirsiniz yazaq bunu da yenə. Sonra deyirsiniz ki, müəllim hamısını izah eləmir. Kosinus x-i bir dəfə 0-a bərabər edirik. Bir dəfə də 1 üstə gəl tangens x-i 0-a bərabər edirik uşaqlar. Kosinus x 0-ı alır. Deməli, pi böl 2 üstə gəlinsin pi k-dan. Bu xüsusi haldır.
Burada isə müsbət 1-i sağ tərəfə keçirdib deyirsiniz tangens x bərabərdir -1-ə. Tangens isə 1-i ümumiyyətlə alır 45 dərəcədə, yəni pi bölü 4-də. Mənfisi də var deyə mənfi pi bölü 4-də. Mənfi pi bölü 4 üstə gəl pi k-da. Deməli, burada nə edirsiniz? Dərəcələr, k-ya qiymətlər verib, başlayırsınız dərəcələri ölçməyə. K-ya 1 verin, 0 verin, 2 verin, 3 verin. Artıq 1, 2, 3 qiymətlərində görünəcəkdir. Burada olur da, deməli, cavabımız mənfi pi bölü 4 üstə gəl pi k. Baxaq görək, o da variantlarda varmı? 85-də olur D bəndində. K-ya qiymətlər verməklə yoxlaya bilərsiniz. Buna aid yazmışıq artıq bir neçə sualdır ki, k-ya qiymət verməyə aid yazırıq. 86-da eyni qaydadadır. 87-yə baxaq. Çalışaq ki, maksimal dərəcədə fərqli suallara baxaq. -87-də ilk görən kimi, uşaqlar, ağlıma gəlir ki, gəlin bu ifadəni müxtəsər açaq. Yəni, birincinin kvadratı, hasilinin 2 qatı, 2 sinus x, kosinus x. Üstə gəl, ikincinin kvadratı, yəni kosinus kvadratı x. Burada isə sinus 5 pi bölü 6, uşaqlar, sinus 150 dərəcə deməkdir. 186-ya böləndə 30, 5-ə vurduq 150. Və sinus kvadratı, kosinus kvadratı cəminin yerinə 1 yaza bilərik. 2 burada içəriyə girir, sinus 2x olur. Bərabərdir. Sinus 150 dərəcəni də burada kənarda çevirirəm. Sinus 150 dərəcəni sinus 180 çıxaq 30 yazmaq mümkündür, düzdürmü? 180 dərəcədə ad dəyişmir, sinus 30 olur. Sinus 30 dərəcədə də 2-də 1-ə bərabərdir. Sinus 180-dən 30 çıxanda ikinci rübə düşür. İkinci və birinci rüblərdə sinus müsbət olduğundan müsbət 2-də 1-dir. Deməli, sinus 2x bərabər, 2-də 1-dən çıxırsınız birini. Olur sinus 2x bərabər, 2x bərabər, mənfi 2-də 1. Biz bilirik ki, 2x bərabər sinusda mənfi olanda k üstə gələk 1 yazmaq lazımdır. 2-də 1-i alır, 30 dərəcə pi bölü 6-da. Hər tərəfi, uşaqlar, 2-yə bölürsünüz. Hər tərəfi 2-yə bölürsünüz. Cavabınız olur belə, x bərabər, mənfi 1 üstü k, pi bölü 12, üstə gəl, pi k bölü 2. Pi bölü 12, pi k bölü 2. Baxaq görək hansı bəndədir 87. B bəndi. 87 olur B bəndi. 88-də eyni qaydada yazılır. 89-a keçək. Deməli, burada nə edirsiniz uşaqlar? Tangens 2x qalır yerində. Mənfi kosinus kvadratı 2x-i keçirdirik sağ tərəfə. Yəni sinus kvadrat 2x üstə gəl kosinus kvadrat 2x olur. İşarəsini dəyişdim. Aydın məsələdir ki, eyniliyə görə bu ifadənin qiyməti 1-dir. Tangens 2x bərabər 1, 2x bərabər, tangens 1-i alır 45 dərəcə, yəni pi bölü 4 üstə gəl pi k-da. Hər tərəfi 2-yə bölsək, pi bölü 8 üstə gəl pi k bölü 2 almış olarıq. Hansı bəndədir? Pi bölü 8, pi k bölü 2, 89 B bəndidir. Keçək 90-cı suala. Lövhəmizi təmizləyək. Təmizləndi. 90. Deməli, burada nə baş verir? Normalda biz x bərabər hər hansı bir qiymət yazırıq, düzdür? Ümumiyyətlə, sinus burada 0 alır pi k-larda. Ancaq bizdə x yox. X-in yerinə pi kosinus x yazılıbdır. Pi kosinus x bərabər pi k yazırıq. Aha, hər tərəfdən də pi'ləri ixtisar edirik. Kosinus x bərabər k qalır əlimizdə. Və kosinus x-in, uşaqlar, burada k-ya bərabər olduğu qiymət nədir? Yəni, kosinus x nə zaman 0-a bərabər qiymətlər alacaqdır? Bu 90 dərəcədə olan qiymətləridir. Pi k bölü 2 variantını götürəcəksiniz variantlarda. Kosinus x-in neçəsə misilləridir. Burada 1 qalır axı. Baxın, burada k-nın qarşısında deməli 1 qalır. Mötərizəmizin içərisi deməli bizə 0 verdi. Bunu başqa nə cür deyə bilərəm sizə? Sinus nə zaman 0-a bərabər qiymətləri alacaqdır? Deməli 0-da, düzdür? Bax, belə də deyək bilərik. Sinus nə zaman 0-a bərabər qiymətləri alır? 0 dərəcədə alır. Yəni, mötərizənin içi 0 olmalıdır. Pi kosinus x
ifadəsinin özü 0-a bərabər olmalıdır. Kosinus x də bərabər 0 bölək pi bizə 0 verir axı. Yəni kosinusda nə zaman 0 alır? 90 dərəcədə alır. Pi böl 2-də, pi k böl 2-də. Bax, bu şəkildə də deyə bilərsiniz. Cavab olur 90-da A bəndi. Keçid alaq 91-ə. Deməli, 91-dən müsbət 1-i keçirsək sağ tərəfə 1 böl kosinus 3x bərabər mənfi 1 alarıq. Çarpaz vursaq, mənfi kosinus 3x bərabərdir 1-ə və mənfini də verərik sağ tərəfə. Onlar mənfi 1. 3x bərabər kosinus mənfi 1-i pi plus 2 pi k-da alır. Xüsusi haldır. X də bərabər hər tərəfi 3-ə bölərik. Pi böl 3 üstə gəl. Uşaqlar 2 pi k sürətdə qalır. 3 məxrəcdə. Pi böl 3 üstə gəl 2 pi k böl 3. Deməli, cavab oldu 91-də Y bəndi. Keçid alaq növbəti sualımıza. tam 1-ə 1 eynisidir. 93-ə baxaq. 93 uşaqlar tangensin toplama düsturudur. Yəni siz tangensin düsturunu əgər yaxşı bilirsinizsə, toplamanı sırf sürət hissəsindən artıq bunun qaydasını tapa bilərsiniz. Sürətinə baxırsınız, tangens mötərizədə yazırsınız belə 2x üstə gəl 3x bərabər 1. Yəni tangens 5x bərabər 1. 1-i tangens aydın məsələdir 45 dərəcədə, yəni pi böl 4-də alır. Pi böl 4 üstə gəl pi k yazdıq. Hər tərəfi 5-ə böləndə pi böl 20 üstə gəl pi k böl 5 alırıq. Pi böl 20 üstə gəl pi k böl 5. Hansı bəndləri? 93 olur C bəndi. Keçid alaq növbəti suala. Biraz bu hissəni uzaqlaşdıraq, sual görünsün. Ah, 94-cü suala keçirik. Burada uşaqlar soruşur bizdən, ifadəsi nə zaman ən kiçik qiymət alır? İfadənin ən kiçik qiymətini soruşsaydı, biz kiçik yeni düsturundan istifadə edərdik. X-in hansı qiymətində ən kiçik qiymət alır dediyinə görə biz M-in düsturundan istifadə etməliyik. M-in düsturu mənfi B bölünsün 2A-dır. Uşaqlar, mənfi B-nin yerinə bizdə 4 durur, 2 vurulsun A-nın yerinə 2. Yəni mənfi 1 qiymətində. Tangens X bərabər mənfi 1 yazırıq. X bərabər tangens 1-i alır 45 dərəcədə pi böl 4-də. Mənfisi də var deyə qarşısına bir mənfi atırsınız. Cavab olur 94 Y bəndi. 95-də də eyni qaydadır. Mənfi B bölünsün 2A düsturu ilə onu da yazırsınız. Keçid alaq 96-ya. Aha, deməli, kosinus 3x üstə gəl 72 dərəcə bərabərdir mənfi 1 tənliyinin 0,45 intervalındakı bizdən həllini soruşur. Yazaq, 3x plus 72 bərabərdir. Mənfi 1-i kosinus alır pi plus 2 pi k-da. Yəni 180 üstə gəl 2 pi k. 360 k-da yaza bilərdik bunu. İstəyirsiniz 360 k yazaq. Dərəcə ilə yazmağımın səbəbi sol tərəfdə də dərəcə ilə yazılmağıdır. 3x bərabər, uşaqlar 180-dən 72-ni çıxırsınız, qalır 108 dərəcə, üstə gəl 360k. Hər tərəfi 3-ə bölsək, x bərabər, burada 108 3-ə bölürük, eləyir 36 dərəcə, üstə gəl 360-ı da böldükdə 120k. İndi gəlin, 120 dərəcədir burada k. Burada intervaldakı həllini tapaq. K 0 olduqda, k-nın yerinə 0 yazdıqda bizim dərəcəmiz olur 36 dərəcə və 0,45 aralığına bu ifadə daxildir. Sonra k-ya 1 versək, burada k-nın yerinə 1 yazanda 120-ni 1-ə vurursunuz. 120 üstünə də 36 gəlir, uşaqlar 156 dərəcə eləyir və 45 dərəcə aralığını keçir. Siz k-ya mənfi 1 yazmaq istəsəniz, 120-ni mənfi 1-ə vuranda mənfi 120 üstünə də 36 gələndə bu çıxılır və mənfi 1 ədəd qalır. Yəni bizdə mənfi ola bilməz də onsuz da 0,45 aralığında olmalıdır. 0,45 aralığına düşən tək qiymət 36 dərəcədir. Siz burada 36-nı götürürsünüz. Keçək növbəti suala. 97-də eyni qaydadadır. Orada da sinusun mənfi 1 olduğu halda uşaqlar 97-də
İstəyirəm onu da yazam. 9x üstəgəl 36 bərabər sinus -1-i -90-da alır. -90 üstəgəl, deməli -1 də xüsusi halda axı. Orada 2 pikadır, yəni 360 kadır. Burada 36-nı keçirdirsiniz. Mənfi şəklində keçir və toplanılır. -126 üstəgəl 360k olur. Hər tərəfi 9-a bölsək, -14 üstəgəl 9-a böləndə 40k. Və 0-30 dərəcə aralığındakı qiymətini soruşur. Biz k-ya 1 versək, x-imizin qiyməti olacaq -14 üstəgəl 40 və burada neçə qalacaqdır uşaqlar? 26 dərəcə qalır. 26 dərəcədə 0-30 aralığına düşür. Elə cavab 26 olacaq. Digərləri böyük qiymətlər verir. 98-ə keçək. 97-də 26 oldu cavab. 98 rahat sualdır bu da. Kosinus 2x bərabər kökatda 3-ü bölürsünüz 2-yə. Sonra biz deyirik ki 2x bərabər kosinus plus minusundan alır. Kökatda 3 bölü 2-ni kosinus alır 30 dərəcədə. Yəni pi bölü 6-da. Üstəgəl 2 pika. Hər tərəfi 2-yə bölürük. Burada da 2-yə bölürük. Bu hissədə də 2-yə bölürük. X bərabər plus minus pi bölək 12 üstəgəl pika. Və bizə nə deyir? Mənfi pi müsbət pi aralığında. Yəni uşaqlar mənfi 180 dərəcə və müsbət 180 dərəcə aralığında bu tənliyin neçə kökü var? Gəlin baxaq. Bir dəfə müsbət pi bölü 12-yə nəzərən həll edək. Belə yazaq da, birbaşa yazaq. 180-i 12-yə bölək uşaqlar. Neçə dəfə düşür? 15 dəfə düşür. Düzdürmü? 15. Qələmi dəyişək. X bərabər 15 üstəgəl 180k. Bunu bir dəfə müsbət, bir dəfə də mənfi yazıram. Mənfi 15 üstəgəl 180k. Gəlin indi k-ya qiymətlər verək. K-ya uşaqlar 0 versək, olur 15 dərəcə. K0, x15. Aralığa düşür. K-ya 1 versəm, deməli 180 üstəgəl 15, 195 dərəcə eləyir, ödəmir. Bunun üzərindən xətt çəkək ki, ödəmədiyini görək. Sonra 2 də verəndə təbii ki, ödəməyəcək. Bir dəfə də k-ya -1 verək uşaqlar. K-ya -1 verəndə, baxın burada, -180 eləyir və -180 ilə müsbət 15 burada çıxılır. X-imizin qiyməti olur -165 dərəcə. Və -165 dərəcədə bu aralığa düşür. Deməli, artıq 2 qiymətimiz ödədir. Keçək digər tənlikdə. Baxın, bu hissədə qiymətlər verək. K-ya verirəm bir dəfə 0. X-imiz olur -15. Aralığa düşür. K-ya bir dəfə versək 1, 180 edir. 180 çıxılsın 15. Bizə verir, deməli, 165 dərəcə. Bu da ödəyir. K-ya 2 versəm artıq 2 vuraq 180, 360 edir. 360-dan da 15 çıxanda bu aralığa düşməyəcək. Ona görə 2 və 2-dən yuxarı qiymətlər vermirəm. Bir dəfə də -1 verib yoxlamaq istəyirəm. 180-i -1-ə vurduqda -180, üzərinə də 15 gələndə -195 edir uşaqlar. -195 də həmin bu aralığa deməli düşmür. İndi isə nə edirik? Aralıqdakı qiymətlərimizi sayırıq. Deməli 1, 2, 3 və 4. 4 dənə qiymətimiz ödədi. 4 qiymət də ödəyir. Burada 4 kökü var. Soruşur ki, neçə kökü var? 4 kökü var deyirsiniz. 98-i dedik. 99-da eynisidir. Yenə kökü soruşur. K-ya qiymətlər verib sadəcə köklərin sayını tapırsınız. Keçid alırıq digər səhifəyə. 2 dəfə çevirdik. 100. Ümid edirəm ki, yaxşı görünər burada da. Deməli, 3-dəki px uşaqlar bərabərdir. Sinus 0-ı alır pi k-da. Hər tərəfdən pi-ləri ixtisar eləyə bilərik. X bərabərdir. 3-də 2-yə burada k-nı tərsinə vururuq. Yəni 2-də 3-ə vururuq. 2-də 3 k alırıq. Tənliyin ən kiçik natural kökünü soruşur bizdən. K-ya biz 1 versək, tənliyimiz 2-də 3 olar və natural deyil. K-ya 2 verdikdə isə 2-lər ixtisar gedər və tənliyin kökü 3 olar. K-ya 2 verdikdə x-imiz olur 3. Natural kökümüz 3'dür. 100'də cavab 3 olur. 101 eyni qaydadadır. 102'yə baxaq.
Deməli, 2 sinus 6x, kosinus 6x. 2 gəlir uşaqlar 6-nın yanına, olur sinus 12x. Bərabər kök altda 3 bölü 2. 12x bərabər kök altda 3 bölü 2-ni sinus alır 60 dərəcədə, yəni pi bölünsün 3-də. Burada mənfi 1-ni yazmadıq, qoyun yazaq. Mənfi 1 üstü k. Deməli, kök altda 3 bölü 2-ni 60 dərəcə, pi bölü 3-də alır, üstə gəl pi k. Hər tərəfi 12-yə bölsək, x bərabər mənfi 1 üstü k, pi böl 36 eləyir, üstə gəl pi k böl 12. Bax, belə bir qiymət aldıq. 0, pi böl 18 aralığındakı bizdən qiymətini soruşur. Gəlin k-ya qiymətlər verək. Yuxarı hissəni artıq silirəm burada. Aha. Deməli, gəlin k-ya qiymət verək uşaqlar. K-ya bir dəfə verirəm 0. K-ya 0 versək, deməli, pi böl 36-mız eləyir 180 bölü 36, 5. Bunu biraz istəyirəm, sadələşdirəm. Mənfi 1 üstü k, 180-i 36-ya böləndə 5, üstə gəl, 180-i burada da 12-yə böldükdə 15k eləyir. Bax belə, 5 üstə gəl 15k. İndi k-ların yerinə 0 yazanda, mənfi 1-in üstü 0, istənilən ədədin üstü 0 burada bizə 1 verir. Yəni 1 dəfə 5, 5. Burada da k-nın yerinə 0 qoyanda, 15-i 0-a vuranda 0 elədiyindən x-imizin qiyməti olur 5. K-ya bir dəfə 1 verək. Qarşı olur deməli mənfi 5, üstə gəl 15, qiymətimiz olur 10. K-ya 2 verək. K-ya 2 verdikdə olur bu hissəmiz müsbət 5, üstə gəl 30, 35. Uşaqlar, 0 pi bölü 18 aralığı pi 180 bölək 18, yəni 10 eləyir. 0-10 aralığında qiymətlər axtarıram mən. Gördüyünüz kimi 35 artıq 10-u keçdi. Buradakı kökümüz olur 10. Bizdənsə neçə kökü var deyə soruşur 102-dən. Bir dənə kökü var, yoxsa 2 dənə? Hə, biri də buradadır 5-dir. 2 dənə kökümüz var. Qoyun bir dəqiqə bunu tam göstərim. Baxın, köklərimizdən biri budur 5. 0-10 arasına düşür. Biri də budur 10. 2 kökümüz var. 102-ci sualda. Cavab 2-dir. Aha, keçək 103-ə. Biraz belə eləyim, məsələmiz tam görünsün. 103-ü oxuyuram. Su səthinin dalğalanmasının zamanın müəyyən anı üçün fx sinus 4x funksiyasının qrafiki ilə modelləşdirmək olar. Buna görə 0,2 pi parçasında dalğaların, yəni funksiyanın qrafikinin neçə maksimum nöqtəsi olar deyə soruşur bizdən. 0,2 pi parçasında uşaqlar biz sinus 4x-in qiymətlərini yoxlayacağıq. Sadəcə görək burada neçə kökü var. Sinus 4x-ə baxaq. Baxın uşaqlar, deməli burada bizdə görürsünüz maksimum nöqtə deyir. Sinus 4x-in də biz bilirik ki, maksimum ala bildiyi nöqtə 1-dir. Düzdürmü? Sinus 1-dən kənar böyük qiymət ala bilmir. 4x-i buna görə tapsaq, yəni sinusun 1-dəki qiymətini yazsaq, pi bölü 2 üstə gəl, 2 pi k yazarıq. Düzdürmü? Hər tərəfi 4-ə bölsək, x bərabər pi böl 8 üstə gəl, pi k böl 2 alarıq. Burada 4-ə böləndə ixtisar gedir uşaqlar. 4 və 2. Pi böl 8, pi k böl 2. Bizdən soruşur ki, neçə maksimum nöqtəsi olar? Maksimum qiymətini yox, maksimum nöqtələrini soruşur. Maksimum nöqtələri də necə olmalıdır? Deməli, maksimum nöqtələri, bax, həmin bu 0, alır 0-ı, pi böl 8 üstə gəl, pi k böl 2 və 2 pi. Bu aralıqda olmalıdır. 0-2 pi-nin arasında yerləşməlidir bu ifadə. 2 qat bərabərsizlik şəklində həll edirik. Hər tərəfə mənfi pi böl 8 əlavə edəcəm uşaqlar. Bu tərəfə də mənfi pi böl 8 əlavə edirəm. 0-dan pi böl 8 çıxıram. Olur mənfi pi böl 8. Burada pi böl 8-lərimiz islah gedir. Pi k böl 2 qalır. Bu tərəfdə 2 pi-dən çıxanda 8-də 16-dan pi çıxırıq 15 pi. Hər tərəfi 2-yə vuraq. 2-yə vururam. 2-yə vurduqda 8, 2 ixtisar gedir. Mənfi deməli pi böl 4 qalır. Kiçik bərabər 2-lər ixtisar gedir. Pi k qalır. Kiçik bərabər 2 və 8 ixtisar gedir. 15 pi böl 4 qalır. Hər tərəfdən pi-ləri bölsək, hər tərəfi pi-yə bölsək, pi-lərimiz ixtisar getsə, mənfi 4-də 1, kiçik bərabərdir k, kiçik bərabərdir 4-də 15 alarıq.
Deməli, K-nın buradakı qiymətlərinin sayına baxmaq lazımdır. -4/1 və -4/15 arasında qiymətlərimiz görək neçə dənə olacaqdır. Burada 4 dənə qiymət olur uşaqlar. 4 qiymət ödəyəcəkdir. Deməli, -4/1 və -4/15 arasında ödəyən qiymətlərimizin sayı olacaq 4 dənə. 104-də də eyni qaydadadır. Orada da baxım görüm, orada da maksimumu soruşur. Bəli, elə orada da 1-ə bərabər edib həll etmək lazımdır. Bu hissəni də silirəm. Eynisidir. 105-ə baxaq. Trigonometrik tənliklər üçün deyir uyğunluğu müəyyən eləyin. Birincisinə baxaq deməli. Birincisində 2x bərabərdir -pi/2 üstəgəl 2πk'dır. Hər tərəfi 2-yə bölsəniz x bərabər pi/4 üstəgəl pk yazarıq. Pi/4 üstəgəl pk ən kiçik kökü pi/4'dür. Burada -1. -1-dirsə -pi/2 yazırıq uşaqlar. Hər tərəfi 2-yə böldükdə isə -pi/4 üstəgəl pk'dır. Ən kiçik deməli bunun kökləri olur. Ən böyük kökü -pi/4. Mənfi kökü -pi/4. 1 olur c. 1'ə c gedir. Başqa varmı? Yoxdur. İkinciyə baxaq. Baxaq görək başqa uyğun gələn varmı? Bir də ən kiçik müsbət kökü var. 4'də 3pi. Baxın bu B bəndində uyğun gələcək uşaqlar. K-nın yerinə 1 yazsanız x bərabər -pi/4 üstəgəl pi. Düzdür? K-nın yerinə 1 yazanda. Bu ifadənin də qiyməti olur 4'də müsbət 3pi. Toplayıb çıxsanız. 1'ə B və C uyğundur. Gəlin indi ikinciyə baxaq. Kosinus x/2 -1'ə bərabərdir. x/2 bərabər pi plus 2pk'ya. -1 də bu şəkildə yazırıq. Hər tərəfi 2'yə vursaq 2pi üstəgəl 4pk alarıq. 2pi baxaq variantlarda varmı? A bəndində var. Deməli 2'yə A bəndi uyğundur. Başqa görək nə var? Uyğunluqlardan ən böyük mənfi kökü -2pi'dir deyir. Uşaqlar K-nın yerinə -1 yazsanız bu ifadədə x bərabər 2pi çıxaq 4pi alarsınız və -2pi taparsınız. Deməli 2'yə Y bəndi də uyğundur. Üçüncüyə baxaq. Kotanges x/3 bərabər -kök3 yazılıbdır. x/3 bərabər kotangesdə pi'dən çıxmaq lazımdır uşaqlar. Kök altda 3 dərəcəni kotanges alır 30 dərəcədə, yəni pi/6'da üstəgəl pk. Deməli x/3 bərabərdir 6'da 5pi üstəgəl pk. Hər tərəfi 3'ə vursaq x bərabər 5pi/2 üstəgəl 3pk. Burada dövrünü bu şəkildə də verə bilər. 5pi/2 elə veribdilər D bəndi. Əgər verməsəydilər dövrünü 60 da ola bilərdik. Deməli 3'ə də D uyğun gəldi. 1BC, 2AY, 3D. 105-ci sualda. 106-cı sual yenə də uyğunluqdur. Baxaq bircə dəqiqə. 106-cı sualda eynidir. 107'də də baxaq 107'yə baxaq. Hamısını buraxa getməyək. 107. Deməli kotanges x bərabərdir 5'də 1 yazıbdılar. 107'dən yazaq bura. Kotanges x bərabərdir 5'də 1. Deməli, bizdən də soruşur ki, hansı aralıqlarda həlli var? Kotanges x uşaqlar 5'də 1'i müsbətdir, düzdür? Müsbəti də nə zaman alır kotanges və tangens? Birinci, üçüncü rüblərdə. Üçüncü rüb burada hansı hissədir? Baxaq görək üçüncü rübə uyğun. Deməli, D bəndi uyğun gəlir. 107'də 1'ə D uyğun gəlir. Çünki üçüncü rübə düşür kotangensimiz. İkinciyə baxaq. Kosinus x bərabərdir 5'də 1 yazılıbdır. Deməli, biz bilirik ki, kosinus sağ tərəfdə müsbətdir. Düzdürmü? Sağ tərəfdə birinci və dördüncü rüblərdir. Dördüncü rüb bizdə hansı var? C bəndi var. 2'yə C bəndi uyğun gəlir. Baxaq görək başqa variantda varmı? Deməli. Y bəndinə baxaq. Deyir, həllər çoxluğu yalnız -90 üstəgəl 2pk, müsbət 90 üstəgəl 2pk aralığındadır. 107'də bura uşaqlar Y bəndi də uyğun gələcəkdir kosinusa. Üçüncüyə baxaq.
Sinus x bərabər 5-də 1 verilibdir. Deməli, 5-də 1 sinusun müsbət olduğu hissə yuxarı rüblərdir. Yəni, birinci və ikinci rüblərdir. Birinci, ikinci rüblərə də hansı uyğun gəlir? Baxın, B bəndinə baxırsınızmı? 90-180 aralığı ikinci rübə uyğun gəlir. 107-də deməli, üçüncü də olur B. 1D, 2C'yi, 3 də olur B. Sonra A bəndində həlli yoxdur deyir. Ona görə də onu götürmürük. Müsbət 90 birinci rübət düşür, düzdür. Amma burada həlli yoxdur dediyinə görə həmin hissəni götürmürük. Baxaq növbəti suala. 108-də eynidir. Gəlin 109-a baxaq. Deməli, sinus kvadrat 2x bərabər 1 veribdir. Buna uyğun bir dənə sual işlədik və biz dedik ki, kvadratla həll etmirik. Həmişə dərəcəni aşağı salmaqla yazmaq lazımdır. 1 çıxaq, kosinus 4x yazırsınız burada uşaqlar. 2 sanki 2-yə vurulur. Bölə 2 bərabər 1, çarpaz vururuq. 1 çıxaq, kosinus 4x bərabər 2-yə. Kosinus 4x bərabər mənfi 1-ə. 4x bərabər, kosinus mənfi 1-i alır, pi üstə gələk 2 pi k-da. Hər tərəfi 4-ə bölsək, x bərabər pi böl 4, üstə gəl 2 pi k-da 4-ə böləndə ixtisar gedir, pi k böl 2 qalır. Pi böl 4, üstə gəl pi k böl 2. Deməli, 109-da 1-ə uyğun olur C bəndi. Bu 1 idi. Keçək 2-ni yazaq. Bunu burada qeyd edeyim, yadımızdan çıxmasın. 1C. Silirəm lövhəmizi. Keçid alıram 109-un ikincisinə. İkincisində kosinus kvadrat 2x bərabər 1-dir. Orada nə olur uşaqlar? 1 üstə gəl kosinus 4x bölə 2 bərabər 1 alırıq. 1 üstə gəl kosinus 4x bərabər çarpaz vururam 2. Kosinus 4x də bərabərdir. 2-dən 1-ni çıxırsınız 1. 4x bərabər kosinus 1-i alır 2 pi k-da. Hər tərəfi 4-ə bölürsünüz. X bərabər 2 və 4 ixtisar gedir. Pi k böl 2 qalır. Baxaq görək, pi k böl 2 109-cu sualda hansına uyğundur? B bəndinə uyğundur. Deməli, 2-yə yazırıq B. Silirəm, keçid alırıq 3-cüsünə. 109-un 3-cüsü. Deməli, tangens 2x bərabər 1 yazılıb. 2x bərabərdir. Tangens 1 alır 45 dərəcə. Pi böl 4 üstə gəl pi k-da. Hər tərəfi 2-yə bölsək, pi böl 8 üstə gəl pi k bölək 2 alarıq. Pi böl 8 üstə gəl pi k böl 2 D bəndinə uyğundur. 109-da 3-ə D bəndi uyğundur. Başqa? Ən kiçik müsbət həlli də pi böl 8-dir. Y bəndi də uyğundur. Deməli, 1C, 2B, 3D, Y oldu uşaqlar. 109-da cavab. Bu səhifə bitdi. Növbəti səhifəyə keçirik. 110-cu sual 109-un eynisidir. Gəlin 111-ə baxaq və bölməmizi yekunlaşdıraq. Aha. Euler-Venn diaqramında A çoxluğu ilə sinus 2x bərabər 1 tənliyinin. Gəlin yazaq. Burada cavab vaxt itirmədən sinus 2x bərabərdir 1, 2x də bərabərdir. Sinus 1-i alır 90 dərəcədə, pi böl 2 üstə gəl 2 pi k-da. Xüsusi hal. Hər tərəfi 2-yə bölsək, bölək. Deməli, x bərabər pi böl 4 üstə gəl pi k. İkilər burada ixtisar getdilər. Bu bizim A çoxluğumuzdur uşaqlar. B çoxluğu ilə isə kosinus 8x bərabər 1. Gəlin onu da yazaq. Kosinus 8x bərabər 1. Aydın məsələdir ki, bu da kosinusun xüsusi halıdır. 1-i alır 2 pi k-da. Hər tərəfi 8-ə bölürük. X bərabərdir pi k böl 4 alırıq. Aha, bu da bizim B çoxluğumuzdur. İşarə edilibdir. A və C ədədləri tənliklərin ən böyük mənfi həlləri. B ədədi isə ən kiçik müsbət həlli olarsa ABC cəmini tapın. Aha, tənliklərin böyük mənfi həllini tapmaq üçün K-ların yerinə mənfi 1 yazıb həll edirəm. A çoxluğunda K-nın yerinə mənfi 1 yazanda x bərabər 45 dərəcə, pi böl 4-ümüz 45-dir. K-nın yerinə uşaqlar, baxın, burada mənfi 1 yazanda mənfi 180 edir. Düzdürmü? Deməli, olur mənfi 135 dərəcə. Bu mənim A-mızın qiyməti. Balaca A-dır bu. Kiçik A-dır. Sonra baxırıq B-də. B çoxluğunda K-nın yerinə mənfi 1 yazanda burada 180 mənfi olur. Məxrəcdə 4. Mənfi 45 olur. Düzdürmü? 180-i 4-ə böləndə. Bu da bizim kiçik B-imizin cavabı. C isə uşaqlar.
Ay yox, bircə dəqiqə, bu C-nin cavabıdır. Bu kiçik C-dir. Və bu kiçik C-nin cavabıdır. Deməli, kiçik A-mız mənfi 135-dir. Kiçik C-miz mənfi 45-dir. B-yə baxaq. B isə ən kiçik müsbət həlli olarsa, yəni K gördüyümüz yerə müsbət 1 yazaq, həll eləyək indi. Baxın, A tənliyində. A tənliyində K-nın yerinə müsbət 1 yazıram. Olur 45 üstə gəl 180, yəni 225 dərəcə. B tənliyində isə K-nın yerinə 1 yazdıqda 180 böl 4, yəni müsbət 45 dərəcə olur. Deməli, bizim bu da C-mizin qiymətidir uşaqlar. Daha doğrusu ortadakı bu kiçik B2 yazılıb, bax, həmin qiymətdir. İndi bizdən həmin bu ifadələrin dərəcələrini toplamağımızı istəyir. Deməli, nəyi toplayırıq? Mənfi 135, mənfi 45, sonra müsbət 45, müsbət 225. Bax, bu ifadələri toplayaq. Burada mənfi 45 və müsbət 45-imiz deməli islah gedir. Düzdürmü? 225 və 135 qalır. Deməli, uşaqlar, burada nəyə baxmaq lazımdır? B bizdə ortağıdır. Ortaq olanı biz tapmalıyıq. Eyler-Venn diaqramına burada baxmadım. Müsbət kökünü elə bildim, sadəcə soruşur. B burada ortaqdır və ortağın müsbətini tapmalıyıq biz. Ortağı da biz necə dedik tapırıq? Bircə dəqiqə bu hissəni silirəm. Mənfi 135-45-dən sonra. Ortağı necə tapırıq? Əbob tapmaqla buna uyğun bir sualda işləmişdik. Bizim köklərimiz pi böl 4 və pi k böl 4. Düzdür? Baxın, bu hissələrdir. Bunlara gəlin ortaq tapaq, yəni əbob tapaq. Əbobu necə tapırdıq? Məxrəcləri vurub kənara çıxardıram. Əbob çarpaz vursaq 4 pi və digər tərəfi də çarpaz vuranda 4 pi alınır. 16-da 1 vurulsun 4 pi. 4-lər ixtisar gedir. Pi böl 4 qalır. Yəni, müsbət 45 dərəcədir. Ortağımız, kiçik B-miz. Kiçik B-miz 45 dərəcədir. İndi bizdən soruşur ki, bu hissədə əvvəldən biraz da siləcəm. Bizdən soruşur ki, bu qiymətlərin cəmini tapın, düzdür? A-mız mənfi 135 dərəcədir. Mənfi 135. C-miz mənfi 45 dərəcədir. B-miz isə müsbət 45 dərəcədir. Və bunlar 45-lərimiz islah gedir. Cavab olur mənfi 135 dərəcə. Bax belə. Deməli, burada B ortaq olduğuna görə, əvvəlki misallarda da yazdığımız kimi əbob tapdıq. B-yə ortaq tapdıq. B-miz oldu müsbət 45. A-mız mənfi 135 idi. C isə mənfi 45 idi. Topladıq. Cavab oldu müsbət 135 dərəcə. Bax belə. Deməli, əlimdən gəldiyi qədər trigonometrik tənliklər bölməsini işləməyə çalışdım, sizlərə izah etməyə çalışdım uşaqlar. Ümid edirəm ki, bəyənərsiniz. Sualların sayı kifayət qədər çox idi və yorucu idi. Ümid edirəm ki, siz də səbirlə dərsə qulaq asarsınız və arada qalan sualları da özünüz işləyərsiniz. Sağ olun, növbəti bölmələrdə görüşənə qədər.